Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Dünya Dövlətləri 20-ci əsrin 20-40-cı illər və 2-ci Dünya müharibəsi mövzusudur. Gəlin başlayaq. Deyir Osmanlı Dövlətinin 20-ci əsrin 1-ci rübü tarixinə aiddir. 20-ci əsrin 1-ci rübü deyildə 1901-1925-ci illər nəzərdə tutulur. Burada da düzgün cavab olur Sevr müqaviləsinin imzalanması 1920-ci ilin avqustunda idi. Osmanlı Dövlətinin tarixinə aid idi. Amma məsələn 2-ci Balkan müharibəsində deməli məğlub olması deyir burada. 2-ci Balkan müharibəsində yox, 1-ci Balkanda məğlub olmuşdu. 2-ci Balkan müharibəsində Bolqarıstan digər Balkan dövlətlərinə mübarizə aparırdı və Bolqarıstan məğlub olurdu. Osmanlı isə bir sıra əraziləri geri qaytarmışdı. 1-ci Dünya müharibəsindən sonra Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan, Osmanlı İmperiyası qalib dövlətlərin bağladıqları müqavilə birlikdə adlanırdı. Versal sistemi D variantı. Hansı müqavilədir? Məsələn, Almaniya ilə Versal, Avstriya ilə Saint-Germain, Macarıstanla Trianon, Bolqarıstanla Neyi, Osmanlı ilə Sevr. Anşlüs nədir? Anşlüs birləşdirmədir. Almaniyanın, deməli, Avstriyanın Almaniyaya birləşdirilməsidir 1938-ci ildə. Mandat sistemi nədir? Keçmiş Alman müstəmləkələri və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. Yəni, Osmanlı ilə Almaniya 1-ci Dünya müharibəsində məğlub olduqdan sonra onların müstəmləkələri qalib dövlətlər arasında bölüşdürülürdü və yaxud da yeni dövlətlər yaranırdı. A, B, C kateqoriyaları var idi. Versal sisteminə daxil olan sülh müqavilələri Avstriya ilə Saint-Germain, Bolqarıstanla da Neyi? 1-3 düzgün cavabdır. Versal sisteminə daxil olan Macarıstanla Trianon, Osmanlı ilə Sevr cavab oldu 2 ilə 3. Avstriya-Macarıstan İmperiyasının dağılması nəticəsində yaranmış dövlətlər sırasına aiddir. Deməli, Avstriya-Macarıstanın dağılması nəticəsində yaranmış dövlətlərdən biri də olur burada. Çexoslovakiya yeni dövlət idi, 7 oldu B variantı. Avstriya-Macarıstan İmperiyasının dağılması nəticəsində yaranmış dövlətlərə aiddir. Serb, Xorvat, Sloven krallığı Y variantı. Sonradan da Yugoslaviya adlanır. Antikomintern paktının iştirakçıları, antikomintern deyiriksə, yəni antikommunist, yəni SSRİ-yə qarşı olan dövlətlərdən söhbət getməlidir burada və təcavüzkar ölkələr idi bu ittifaqda. Almaniya, Yaponiya və İtaliya. 1938 Münhen konfransının iştirakçıları kimlər idi? Bəs bu dövlətlər arası münasibətlər mövzusudur. Münhen konfransının iştirakçıları, deməli, Almaniya, İtaliya burada təcavüzkar idi. İngiltərə, Fransa isə burada sakitləşdirmə siyasəti yeridirdi. Ona görə bu 4 iştirakçıdır. Almaniya hətta Avstriyanı özünə birləşdirmişdi, Çexoslovakiyanın Sudet vilayətini özünə birləşdirmişdi və İngiltərə, Fransa buna səssiz qalmışdı. Buna deyilir Münhen konfransı. 1919 Paris konfransının qərarlarına əsasən mandat sahibi olan dövlətlərə aid deyil. İngiltərə və onun dominiyaları Fransadır, Belçikadır, Yaponiyadır. Bəs hansı mandat sisteminə aid deyil? B variantı ABŞ. 1919 Paris konfransının qərarlarına əsasən mandat sahibi olan dövlətlərə aid deyil. Bilirik ki, İngiltərə və onun dominiyaları Fransa, Belçika və Yaponiya mandat sahibidir, Rusiya isə yox. 1919 Paris konfransının çağırılması məqsədlərindən biri Avropada faşizmin yaradılmasının qarşısını almaq. Yox, bu deyildi. Ümumiyyətlə, faşizm yayılmamalıydı. Çünki artıq Almaniya məğlubiyyət uğramışdı. Deməli, burada olmalıdır dövlətlər arası münasibətlərin yeni qaydalarını müəyyən etmək, həmçinin Almaniya ilə sülh müqaviləsi bağlamaq. 1919-da Paris konfransında yaradılan Millətlər Cəmiyyətinin yaradılması məqsədi təbii ki də sülh və təhlükəsizliyi qorumaqdır. Baxaq deyir, dünya mandat sistemi əsasında bölüşdürülməsini ləğv etmək, gələcək müharibələrin qarşısını almaq. Sülh və təhlükəsizlik deyirəmsə, onda avtomatik gələcək müharibələrin də qarşısını alır. Trianon müqaviləsi kimlə bağlandı? Macarıstanla. Neyi müqaviləsi bağlandı? 1919-da Bolqarıstanla. Deməli, Bolqarıstan və qalib dövlətlər arasında Y variantı. SSRİ təşkil edərkən oraya daxil olan ilk dövlətlər hansıları idi? 1922-ci ilin dekabrında SSRİ yaranmışdı və bura daxildir Rusiya, yəni RSFSR, Ukrayna, Belarusiya və ZSFSR. Deməli, baxırıq variantları. Ukrayna, Belarusiya, RSFSR, Qazaxstan yoxdur, Özbəkistan yoxdur. Belarusiya, Ukrayna, RSFSR, ZSFSR düzdür. Moldaviya yox idi, Estoniya yox idi. SSFSR təşkil olunarkən ora Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Baxaq variantlarda Y düzgün variantdır. 1-ci Dünya müharibəsində hərbi sifarişlər və müharibəyə gec qoşulması nəticəsində böyük qazanc əldə edən dövlət ABŞ idi. 1917-ci ilin aprel ayında müharibəyə qoşulmuşdu. Yəni müharibə qoşulmaq üçün bəhanə axtarırdı. Əslində gəmiləri ziyan görmüşdü deyə 1943-cü ilə aiddir. Müttəfiq qoşunlarının Şimali Fransaya daxil olması yox. Bu Fransanın işğal olunması məsələsi
Almaniya tərəfindən 1940-da, 1944-də də azad olunur. İngiltərə və ABŞ qoşunları Siciliyaya daxil oldu, amma bu düzdür. İtaliya məğlubiyyətə uğrayır. İkinci Dünya müharibəsi illərində Moskva vuruşması nəticəsində İdrim sürətli müharibə planı puça çıxdı. İkinci Dünya müharibəsi illərində baş vermiş Kursk döyüşünün nəticəsinə aiddir. Əsası döyüşün baş çatması idi burada. Deyir, antifars koalisiyasının əsası qoyuldu. Bu, BMB-nin yaradılması 1942-ci ildə. İkinci Dünya müharibəsində əsaslı döyüşün başlanması ola bilməz. Dedik ki, əsaslı döyüşün baş çatması Y variantı düzdür. Kursk döyüşünün nəticəsi. 20-ci əsrin 20-ci illərində Leyboristlər hakimiyyətə gəldi. Təbii ki də burada İngiltərədə, yəni 2-də. Almaniya 1930-cu illər tarixi üçün səciyyəvidir. Nazistlərin hakimiyyətə gəlməsi Weimar Konstitusiyası 1919-da idi, Versal müqaviləsi 19-da idi, monarxiyanın bərpası. Monarxiya bərpa olunmur. Millətlər Cəmiyyəti 1926-da daxil olub, deməli nazistlər hakimiyyətə gəlir 1933-də, 34-də də Hindenburg ölür və Hitler Führer olur. Birləşmiş Millətlər Təşkilatının iş qaydası müəyyənləşdi. Krım-Yalta konfransı 1945-in fevralı. SSR-in qərb sərhədləri tanındı. Krım-Yalta konfransı 1945-in fevralı. Böyük Britaniya və Fransanın 1939-a aid oxşarlığı qərbi müharibədə iştirak etmişdilər. Almaniya müharibə elan etmişdilər. C variantı. SSR və Böyük Britaniya 1941 tarixinə aid oxşarlıq nə idi bəs? İran nüfuz dairələrinə bölünməsi. 1941-ci ilin avqustunda bunlar elə İrana qoşun yeridir və biri şimala, digəri isə cənuba nəzarət edir. A variantı düzdür. Böyük Britaniyanın 1-ci, 2-ci Dünya müharibəsi tarixinə aid oxşarlıq ABŞ-la müttəfiqi idi. 1939-da Böyük Britaniya və 1945-də Türkiyə tarixinə aid oxşar cəhət, deməli, respublika elan edilməsi, NATO-ya üzv olması, NATO 49-da yaranıb 39 ola bilməz, respublika elan edilmək ola bilməz, BMT-yə üzv qəbul edilmək, BMT 45-də yaranmış da ola bilməz, anti-Hitler koalisiyası ilə barışıq sazişi, anti-Hitler koalisiyası 42-də yaranıb, amma Almaniya müharibə elan etmək 1939 və 45 düzgündür. 45-də Türkiyə BMT-yə daxil olması üçün Almaniya və Yaponiya müharibə elan edir. 1939-da isə İngiltərə-Almaniya müharibə elan edir və 2-ci Dünya müharibəsi başlayır. 1-ci və 2-ci Dünya müharibələrindən sonra Almaniya haqqında qəbul edilmiş qərarlar Almaniyadan təzminatın alınması. Bu suala diqqət edin, sınaqlarda düşüb. Deməli, 1-ci, 2-ci Dünya müharibələrindən sonra Almaniya haqqında qəbul edilmiş qərarların oxşar nəticəsi. Deməli, hər ikisində də Almaniya tutduğu əraziləri itirmişdi. Almaniya məğlubiyyətə uğramışdı. Ona görə D variantı düzdür. 1940-cı ildə Estoniya, Litva, Latviyanı işğal eləmişdi. Təbii ki də SSR, buna deyirik qış müharibəsi, Finlandiyanı işğal eləmək istəyərkən. 1939-da faşist diktaturası qurulmuşdu İspaniyada vətəndaş müharibəsi nəticəsində 1936-39-cu illər. 1-ci və 2-ci Dünya müharibələrine aid oxşar cəhət. ABŞ və Yaponiyanın müttəfiq olması xeyr. 2-ci dünyada Yaponiya təcavüzkar idi, ABŞ amma digər tərəfdə idi. Türkiyə Respublikasının iştirak etməsi 1-ci dünyada Türkiyə yox, Osmanlı idi. İngiltərə və Fransa amma müttəfiq idi, C variantı düzdür. SSR qalib gələrək yeni ərazilər işğal etmişdi. SSR 1-ci dünyada yox idi, Sovet Rusiyası idi. ABŞ və Yaponiya bir-birinə qarşı vuruşur. Dedik ki, birində 1-ci dünya müharibəsində ABŞ-la Yaponiya biri idi, ikincisi amma düşmən tərəfdə idi. Ona görə nə A düzdür, nə Y düzdür. 1-ci və 2-ci dünya müharibələrinə aid oxşar cəhət Türkiyə Respublikası 1-cidə yox idi. Türkiyə Respublikası 1923-cü noktyabrında yaranıb. Fransa və İngiltərənin bir-birinə qarşı vuruşmurlar, əksinə müttəfiqlər. Almaniya və Yaponiya müttəfiq deyildilər. Almaniya və müttəfiqlər amma məğlub olmuşdu, düzdür. Almaniya ilə Yaponiya 2-ci dünyada müttəfiq idi, birdə yox. Birdə Yaponiya Antanta tərəfdən iştirak edirdi. 2-ci dünya müharibəsinin başlanğıc dövrünün qərbi müharibə adlanmasının səbəbi Almaniya ilə İngiltərə və Fransa bir-birinə qarşı heç bir hərbi əməliyyat aparmırdı. Ona görə baxaq görək burada qərb cəbhəsində fəal hərbi əməliyyatların aparılmaması düzdür. 2-ci dünya müharibəsində Almaniyanın SSR-yə qarşı hücum planı adlanır. Barbarossa planı 1941 iyunun 22-sində gəlir, hücum edir. 2-ci dünya müharibəsində Sovet ordusu Almaniyaya qarşı son hücum əməliyyatı. Deməli, burada Berlin əməliyyatı Almaniyaya aiddir, 1945-ci ildədir. Deməli, ona görə də elə A variantı düzgündür. Hitler də intihar edir və Almaniya müharibədən çıxır. Azad edilmiş Avropa haqqında bəyannamənin qəbul edildiyi konfrans Krım-Yalta 1945-in fevralı. Uzaq şərqdə bir sıra ərazilərin SSR-i güzəşti müqabilində onun Yaponiya müharibə elan etməsi haqqında məxfi saziş hardaydı? Bu da Krım-Yalta konfransı 1945-ci ilin fevralında. Deməli, 2-ci dünya müharibəsilərində Almaniyaya qarşı 2-ci cəbhənin açılması haqqında qərar Tehrandaydı. 1944-də Şimali Fransada. Tehran konfransı 43-dədir, amma
Cəbhənin açılması 44-cü ildə. Normandiya, yəni Şimali Fransada. Barbarossa planının mahiyyəti nə idi? Almaniya sürətli şəkildə gedib Rusiyanı müharibədən çıxartmalı idi. Yəni məğlubiyyətə uğratmalı idi. İdrim sürətli müharibə ilə SSR-ni işğal etmək, qışa qədər Arxangels, Həştərxan xəttlərə çıxmaq. 1941-də ABŞ-ın 2-ci Dünya müharibəsinə daxil oldu. Pearl Harbor bazasına Yaponların zərbə vurması. 2-ci Dünya müharibəsi gedişində Yaponiya Sakit Okeanda hücuma başlaya bilmədi. Niyə? Çünki Midway döyüşündə məğlubiyyətə uğramışdı Mərcan adalarında. 2-ci Dünya müharibəsinin gedişində faşist hərbi canilərini mühakimə etmək üçün Beynəlxalq Hərbi Tribunal Potsdamda 45-in avqustunda. 2-ci Dünya müharibəsi gedişində Sovet-Alman cəbhəsinin əsaslı döyüşün başlanğıcı oldu. Əsaslı döyüş baş çatdı Kursk döyüşündə. Almanların Moskva yaxınlığında məğlubiyyətində belə bir şey yox idi. Qafqaz uğrunda vuruşma deməli, bu da sayılmır Stalingrad vuruşması, amma əsas döyüşün başlanğıcıdır. Berlin əməliyyatda, yəni döyüşdən sonraki mərhələdə, ən son mərhələdir bu. Anti-Hitler koalisiyası ölkələrin dövlət başçılarının görüşdükləri konferansların xronoloji ardıcılığı Tehran 43, Potsdam 45, Krım da 45. Amma Potsdam avqustdadır, Krım isə fevraldadır. Ona görə birinci olmalı Tehran, sonra Krım, sonra Potsdam. Birinci Dünya müharibəsində marına 2-ci dünyada Moskvaya aid oxşardır. İdrim sürətli müharibə planı puça çıxması. Baxaq görək, Almaniyanın hərbi planının iflasa uğraması. Almaniya 1871 və 1940-cı illər tarixinə aid oxşar cəhətdə Fransa ilə müqavilə imzalaması. Elə bu düzgün cavab hesab olunur. Bilirik ki, 1871-də Almaniya, yəni Prusiya ilə Fransa müharibə aparmışdı. O 5 milyard frank təzminat, həmçinin Elzas-Lothringen Almaniyaya verilməsi 1871-də idi. 1940-da da yenə Almaniya Fransanı özünə tabe edir, Kompeyndə saziş bağlanır. 1919-da Paris konferansına dəvət edilməmişdi ki, Sovet Rusiyası və məğlub ölkələr. Normalda Sovet Rusiyası qalib idi, amma özbaşına separat müqavilə bağlamışdı düşmən tərəfindən. Buna görə də dəvət olunmur. Birinci Dünya müharibəsindən sonra Versal sisteminə daxil olan müqavilələrin bağlanmasında iştirak etməmişdi kim? Dedik ki, məğlub ölkələr və Sovet Rusiyası. Bolqarıstan, Avstriya, Osmanlı, Macaristan var idi müqavilələrdə. Yəni bu müqaviləni bağlaması deyir. Demir Versal sarayına dəvət olunub ya yox. Avstriya ilə Saint-Germain, Macaristanla Trianon, Bolqaristanla nə? Osmanlıla Sevr, amma İsveçrənin heç bir saziş görmürük. 1919-da Paris konferansında Almaniya və digər məğlub dövlətlərlə bağlanan beynəlxalq müqavilələrin əsasını təşkil edirdi. Wilsonun 14 maddəsi C variantı. 19-cu ildə Versal müqaviləsinin ən ağır şərtlərindən biri Almaniyanın təzminat verməli olması. Böyle Almaniyanın vəziyyətini pisləşdirir, amma sonra güzəştlər olunur. Çünki Avropada güc tarazlığı pozula bilərdi. Dövlətlər arası münasibətləri nizamlamaq üçün Wilson təklifi ilə yaradılmışdı. Deməli, burada nə yaradılmışdı? Təbii ki də Millətlər Cəmiyyəti 1919-cu ildə. Polşanın bölüşdürülməsi SSR-i, yəni Şərqi Avropa nüfuz dairələrinə bölündü. SSR ilə Almaniya arasında bu olur Molotov-Ribbentrop paktı. A variantı. Məğlubiyyətin əvəzini çıxmaq, revanşizm, intiqam. Potsdam konferansının qərarlarına əsasən Almaniya ərazisinin işğal zonalarını bölüşdürən dövlətlərə aid deyil. ABŞ var idi, İngilis, Fransız, SSR var idi, amma İtaliya yox idi. Potsdam konferansına əsasən Almaniya ərazisinin işğal zonalarını bölüşdürən dövlətlərə aid deyil. Yenə əsas dövlətlərimiz ABŞ, SSR, İngilis, Fransızdan başqa Yaponiya aid deyildi. Çünki Yaponiyanın özü təcavüzkar və məğlub idi. Uyğunluq müəyyənləşdirək SSR ilə Almaniya arasında Molotov-Ribbentrop idi. Yaponiya ilə Almaniya arasında Anti-Komintern paktı var idi. Bəli, hətta İtaliyada var idi burada. Falkland böhranı İngiltərə ilə Argentina arasındadır. İngiltərə ilə Almaniya arasında Atlantika xartiyası Almaniya deyildi. Almaniya ilə İtaliya arasında Polad paktı ola bilər. Cavab olur 1-dən deməli. Burada olur cavab 1-dən 4. D variantı düzdür. Uyğunluğu müəyyənləşdirək. İngiltərə ilə ABŞ arasında Atlantika xartiyası düzdür. Yardım göstərə bilərdilər. Yəni bir-birinə də hücum etmirdilər. İtaliya ilə Yaponiya Polad paktı. Sonra ABŞ-la Rusiya Anti-Komintern, Rusiya ilə İngiltərə Rapallo, Avstriya ilə Antantı dövlətləri Saint-Germain. Burada elə bizdən 1-dən 5 uyğundur. Bu Rapallo falan Rusiya ilə Almaniya arasındaydı. Anti-Komintern də təcavüzkarlar arasındaydı. Polad paktda eyni şəkildə idi. Ona görə də burada cavab olsun C variantı 61-də. Versal sülhünün aşağıdakı məhdudiyyətlərin qoyduğu dövlət bütün müstəmləkənin məhrumu olundu. Ordu və donanması məhdudlaşdırıldı. Reyn çayı boyunca qoşun saxlanılması təbii ki də Almaniya 100 mindən artıq qoşun saxlaya bilməzdi. Reyndə
silahsızlaşdırılmışdı. Müharibə törətməkdə təsirkardı. Elzas və Lotaringiyanı itirdi Almaniya və sınavaq qazanmışdı 1871-də. 1919-33 Weimar Respublikası. İkinci Dünya müharibəsi illərində Almaniya tərəfindən işğal olunmuş ölkələr Belçika, Hollandiya və Norveç idi. 1-4-5 C variantı düzgündür. 1940-da işğal olunub. İkinci Dünya müharibəsi gedişində Almaniyanın dövlət sərhədləri müəyyən edildi. Yəni Almaniya artıq İkinci Dünya müharibəsində məğlub olur və Almaniyanın ərazisi 4 yerə bölünür. Söhbət getsin onda burada Potsdam konfransına 66 düzgün cavab olur C variantı. Münhen sözləşməsinin nəticəsi İngiltərə və Fransa müttəfiqlər olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdülər. Almaniyaya Çexoslovakiyanı özünə birləşdirdi Sudet vilayətini. Münhen sözləşməsinin nəticələrinə aiddir Antikomiterin paktı. Münhen 1938-dədir. Burada Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verildi D variantıdır. İspaniyanın 20-ci əsrin 30-cu illər tarixçinin oxşar, yəni daha doğrusu səciyyəvi vətəndaş müharibəsi 36-39-cu illərdə. Və ölkədə 30-cu illərin sonu dediyinə görə daha doğrusu sonu deyir. 30-cu illər demir. Sonu deyirsə, onda ölkədə faşist diktaturası qurulsun 39-da. Vətəndaş müharibəsi 36-da başlamışdı. O da ortalarına düşür. ABŞ-da bir tərəflik haqqında qanun bu prezidentin dövründə qəbul edilmişdi. 1935 isə burada cavab olur Franklin Roosevelt. Rooseveltin yeni xətt siyasətinə əsasən kənd təsərrüfatında həyata keçirilən tədbirlər, istehsal və qiymətlərə dövlət nəzarətinin gücləndirilməsi. Bunun dövründə elə dövlət nəzarəti var idi. Ona görə A variantı düzgün cavabdır. Türk xalqlarının 1919-23-cü illər Milli Azadlıq Hərəkatının nəticəsində Türkiyə Respublika elan olundu. Versal müqaviləsinin bütün maddələri həyata keçirildi. Yanlışdır. Fransa, ABŞ, Osmanlı müstəqilliyi, Osmanlı qalmamışdı artıq. Sevr qüvvədə düşdü. Bu düzgün cavabdır. Sevr müqaviləsi Mustafa Kemalın sayəsində qəbul olunur. Krım konfransında imzalanan SSR-nin Yaponiyaya qarşı müharibə elan etməsi haqqında məxfi saziş nəzərdə tuturdu. Deyir ki, Cənubi Saxalin, Kuril adaları, Port Artur bunlar SSR-yə verilməli idi. Baxaq görək. Deyir ki, Saxalin və Monqolistan SSR-yə birləşdirilməsi belə bir şey yox idi. Monqolistan məsələsi yox idi. Vyetnam və Kuril adalarının SSR-yə verilməsi. Kuril adaları var idi, amma Vyetnam məsələsi yox idi. Uzaq şərqdə bir sıra ərazilər SSR-yə verildi. Bunu götürə bilər yerə. Birbaşa hamısını isə o Cənubi Saxalin, Port Artur qalası, Kuril falan hamısı daxildir. Sakit Okeanda Yaponiya məxsus adaların SSR-yə verilməsi. Tehran konfransında qərar alınan əsas məsələ Avropada ikinci cəbhənin açılması. Rapallo və Brest-Litovsk müqavilələrinə aid oxşarlıq hər ikisində Sovet Rusiyasından Almaniya iştirak edibdi. B variantı ona görə oxşardır. Yaponiya və Almaniya 1930-cu illər tarixinə aiddir. Millətlər Cəmiyyətini tərk ediblər 33-də. Almaniya 20-ci əsrin 30-cu illər tarix üçün səciyyəvidir. Rapallo 22-dədir, Pivəxana qiyamı 23-dədir, Lokarno konfransı 25-dədir, Millətlər Cəmiyyəti 26-dadır. Nazi partiyasından başqa digər partiyalar Hitlerin dövründə 33-dən sonra qadağan olunur. Almaniya 1918, Türkiyə 1923-ə aid respublika yarandı. 1918 noyabr Almaniya, 1923-cü ilin oktyabrı Türkiyə. Türkiyə və Almaniya 20-ci əsrin 1-ci rübü tarixinə aid oxşarlıq. Deyək ki, burada konstitusiyanın qəbul olunması ola bilərlər 1919-da və 1924-cü ildə. Türkiyə 24, Almaniya 1919. Almaniya 1926, Türkiyə Respublikası 1932, ikisi də Millətlər Cəmiyyətinə daxil olub Y variantı. 1939 Polşanı Almaniya ilə bölüşdürmək barədə razılıq əldə edib SSR. 1941-də də Letiz ona da şamil olunub İngiltərə ilə bir yerdə. İkinci Dünya dövründə göstərilənlər aid olduğu dövlət Finlandiyaya qarşı qırış müharibəsinə başlayıb 1941-də Yaponiya ilə bir-birinə hücum etməmək haqqında saziş bağlayır, amma 1945-də Yaponiya hücum edir avqustunda. Türkiyə Respublikasının tarixinə aid Birinci Dünya müharibəsində Osmanlı idi. İnönü 1921-dədir. Montre konfransı 36-dadır. Gümrük müqaviləsi bilirik ki, Türkiyə 23-də yarandı. Gümrük müqaviləsi 1920-dədir. Kars müqaviləsi 21-dədir. Franklin Delano Rooseveltin hakimiyyət dövrünü xarakterizə edirdi. Deməli, iqtisadiyyata fəal hökumət müdaxiləsi siyasəti. Rooseveltin dövründə hökumət müdaxilə edirdi. Ona görə elə A-nı götürək. Məsələn, D onun əksidir. Dövlət güya heç nəyə qarışmır, amma A variantında qarışır. Ölkədə ilk dəfə iqtisadi böhran Hooverin dövründə idi. Şərqi Asiyada mühacir taxımlarının qadağan edilməsi Kulisdə idi. Qadınlara seçki hüququnun verilməsi bu da onun öncə idi. İtaliyada faşist rejimin süqutu ilə nəticələndirən 1943-cü ildə müttəfiq qoşunları Siciliya adasına çıxarıldı. A variantı.
İkinci Dünya müharibəsinin gedişi nəticəsində müttəfiq qoşunların Siciliyaya çıxarılması nəticəsində fars rejimi süquta uğradı. Y variantı. Moskva yaxınında döyüş nəticəsində Almaniyanın İdrim müstəqil müharibəsi puça çıxdı, oxşardı Marla ilə. 43-ə aiddir, Kurska aiddir, Tehran aiddir, ABŞ İngiltərə Siciliyaya qoşun çıxartdı aiddir. Şimali Fransaya müttəfiqlərin qoşun çıxarması. Burada elə D variantıdır, 44-dədir bu. Alman qoşunların Stalingradda təslim olması, bu da 1942-dədir Stalingrad döyüşü. 42-ci sonu, 43-cü əvvəl, ona görə bu da düşür. İkinci Dünya müharibəsində Sovet-Alman cəbhəsində əsaslı döyüşün başlandığı və başa çatdığı. Başlandığı döyüş Stalingrad, başa çatdığı da Kursk, 42 və 43-cü illər. Birinci və ikinci Dünya müharibələrində Almaniyanın hərbi planları iflasa uğradı Marla və Moskvada. İkinci Dünya müharibəsində Avropada ikinci cəbhə açıldı. Tehran konferansının qərarlarına əsasən Normandiya, yəni Şimali Fransada, baxaq görə harda yazılıb o. Müttəfiq qoşunlar Şimali Fransaya çıxarılması nəticəsində 44-də. İkinci Dünya müharibəsi gedişində hansı döyüşdə Yapon qoşunları məğlub oldu? Midway'də 1942-ci ildə. İkinci Dünya müharibəsi gedişində Almanlar tərəfindən işğal edilməyib. Fransa işğal olunub 40-da, Danimarka, Norveç bunlarda işğal olunub, Çexoslovakiya 38-də işğal olunub. Polşa Almaniya tərəfindən 1939 sentyabrın 1-də işğal olunub. Çexoslovakiyanı götürüyəndə 38-dir, Sudet vilayəti 39-da da tamamilə özünə birləşdirib, amma İkinci Dünya müharibəsi başlamamış. İkinci Dünya müharibəsi dövründə Barbarossa Edelweiss-in oxşarlığı hər ikisi də deməli SSR ilə bağlı idi. SSR-nin tarixi ilə bağlı idi. Ona görə deməli SSR-nin tarixi ilə bağlıdırsa C variantını götürə bilərik. SSR-nin İkinci Dünya müharibəsi dövrü üçün səciyyəvi cəhəti pul islahatının keçirilməsi, bu yanlışdır. Brian Kellogg 1929-da qoşulub. İkinci Dünya müharibəsi 1-2-39-45-dir. Kolxozların pasportlaşması 32-dədir. Kolxozçular, daha doğrusu kəndlərə verilmir 32-də, 59-da verilir. Afrika türklərinin deportasiyası D variantı düzdür. Molotov-Ribbentrop 39-da da müharibədən öncədir. SSR-nin İkinci Dünya müharibəsi dövrü üçün səciyyəvi. Molotov-Ribbentrop 39, amma müharibədən öncə. Kollektivləşmə siyasətinin başlaması 29 deyək. Kolxozlara pasport verilməsi 59. Krım türklərinin deportasiyası bu müharibə dövrüdür. Münhen konfransı 38. 1919-da qəbul edilmiş Weimar Konstitusiyasına görə İspaniyada faşistlər hakimiyyətə gəldi. Yox. Almaniyada deyir ki, konstitusiya monarxiya quruluşu təsbit olundu. Almaniyada konstitusiya monarxiya deyəmərik, çünki Almaniya Respublika elan olunmuşdu 1918-də. Parlamenti prezident respublikası deyə bilərik, D variantı. Demokratik azadlıqlar yox, əksinə yaxşı dövr idi. Britaniyanın əlaqəsi yoxdur, İspaniyanın əlaqəsi yoxdur. Versal müqaviləsinin pozulması səbəblərindən biri Almaniyanın Lenin zonasına qoşun yeritməsi. Almaniyanın İtaliyaya 20-ci əsrin 30-cu illərinə aid oxşarlıq. Deməli, baxaq görək, deyir, farislərə yardım etmək üçün İspaniyaya müdaxilə etməsi. Burada elə B variantı. İspaniyada 36-39-cu illərdə vətəndaş müharibəsi gedir və İspaniyada faris diktaturası olur. Yəni, Almaniyanın İtaliya onlara kömək eləmişdir. 20-ci əsrin 30-cu ildə Almaniya və İspaniya tarixinə aid oxşarlıq. Farislərin hakimiyyətə gəlməsi, faris diktaturasının qurulması, Y variantı düzgün cavabdır. İkinci Dünya müharibəsindən əvvəlki dövrə aiddir. Yəni 1939-45. Yəni 1939-un sentyabrından 45-in sentyabrına qədər Almaniya Federativ Respublikasının yaranması bu İkinci Dünya müharibəsindən əvvəlki dövrə aiddir. Deməli, İkinci Dünya müharibəsindən əvvəlki Almaniya Federativ Respublikasının yaranması, SSR-də xam torpaqların istifadəyə verilməsi, ABŞ-da Taft-Xartı qanunun qəbul edilməsi, İspaniyada xalq cəbhəsinin hakimiyyətə gəlməsi, Berlin böhranının baş verməsi. Deməli, bu Almaniya Federativ Respublikası aferin demək istəyir. Bunu götürək. Deməli, 1949-a SSR-də xam torpaqlar 50-ci illərdə Taft-Xartı qanunu, Taft-Xartı qanunu 47 deyək. Berlin böhranı 61 cavab olur D variantı. İkinci Dünya müharibəsindən əvvəlki dövrlər. Üçlər paktı. İspaniya xalq cəbhəsi, yəni o saatlarda vətəndaş müharibəsi olur. İkinci Dünya müharibəsindən əvvəlki dövrlərə aiddir. Üçlər paktı deyilən müqavilə. İkinci Dünya müharibəsi 39-45-dir. Üçlər paktı mı 40-dır. Əvvəlki dövrə aid deyil. SSR millətlər cəmiyyətindən çıxarılması 39-dur və müharibə dövrünə aiddir. Lend-Liz qanunu 41-dir. Qərbə müharibə 39-40-dır. Çexoslovakiyanın Almaniya tərəfindən işğalı 38-39-dur. Ona görə Y variantı ən uyğunudur. İngiltərə 1949, Almaniya 1918 Respublika İdarə Üsulunun yaradılması. Türkiyə 20-ci əsrin 30-cu illərində Millətlər Cəmiyyətinin üzvü oldu 32-də.
ABŞ-da Ruzveltin prezidentliyi dövründə qəbul edən bitərəfli haqqında qanun nəzərdə tutulurdu ki, təcavüzkarın qurbanı olan ölkələrə də, nə də ki təcavüzkara yardım göstərmirik, heç bir fərq qoymuruq. Y variantı düzdür. ABŞ-ın yeni xətt siyasətində məqsəd ölkəni böhrandan çıxartmaq. ABŞ-ın açıq qapı siyasəti mahiyyəti, deməli, Çində sənaye və ticarət sahəsində bərabər imkanların yaradılması, elə B variantı düzgün cavabdır. Ticarətlə bağlıdır da bu, yəni bütün ölkələr açıq elan olunur. Çinin ərazi bütövlüyü də həmin müqavilədə tanınmışdır, amma bunun əlaqəsi yoxdur, sırf açıq qapını soruşur. Almaniyanın Versa müqaviləsinin şərtlərinin pozulmasını sübut edir, nə? Ümumi hərbi mükəlləfiyyət bərpa olundu. Normalda demişdik ki, Almaniya 100 mindən artıq könüllü dəstədən ibarət ancaq qoşun saxlaya bilir, 100 mindən artıq olmaz. Ümumi hərbi mükəlləfiyyət isə bütün oğlanların hərbiyə çağırılmasıdır, ona görə yanlışdır. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarix üçün səciyyəvidir. Demokratik hüquqların genişlənməsi. Demokratizm yox idi ümumiyyətlə. Monarxiyanın devrilməsi nəticəsində ölkədə iki hakimiyyətlik yox idi. Azad bazar iqtisadiyyatı. Bu, ölkədə iki hakimiyyətlik 1917-də idi. Azad bazar iqtisadiyyatı 20-30-da deyildi. Azad bazar iqtisadiyyatı yeni iqtisadi siyasətdə var idi. Bütün hakimiyyət Kommunist Partiyasının əlində cəmləşmişdi. Bunu götürə bilərəm. Siyasi partiyaların fəaliyyəti genişləndirilmişdi deyir. Əksinə, burada tək partiyalı sistem idi. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarix üçün səciyyəvidə totalitar dövlət sisteminin mövcud olması, yəni demokratiyanın boğulması deməkdir bu. 20-ci əsrin, deməli, 20-ci illərinin ortaları tarixində sənayeləşdirmənin həyata keçirilməsi başlaması 25-də qərar verilir, 26-dan başlayır. Almaniya və İtaliya 30-cu illər tarixinə aid oxşarlıq nə idi bəs? Millətlər Cəmiyyətinə daxil olmaqları yox, 26-da daxil olmuşdu Almaniya. Molotov-Ribbentropu bağlayan Almaniya ilə SSR idi. Deməli, Briand-Kellogg paktı 28-29, İspaniyada vətəndaş müharibəsində faizlərə yardım etməkləri. Bunu götürə bilərəm. Faizlərin hakimiyyətdən devrilməsi yox, əksinə hakimiyyətə gəlirlər. 1921-in sonu 22-nin əvvəlində Vaşinqton konfransında 4 dövlət müqaviləsini deyir ki, kimlər imzalamışdı? Burada bir İngiltərə imzalayıb, bir də Fransa imzalayıb. Ona görə C-ni götürə bilərik. Millətlər Cəmiyyətinə qəbul olunmuşdu 32-ci ildə Türkiyə. Birinci Dünya müharibəsindən sonra Mərkəzi və Cənub-Şərqi Avropanın siyasi xəritəsində baş vermiş mühüm dəyişikliklər nə idi? Deməli, burada mühüm dəyişiklik Avstriya və Macaristan imperiyası dağıldı. Ümumiyyətlə 4 dənə imperiya dağıldı. Dünyada dövlətlərarası münasibətləri nizamlamaq üçün beynəlxalq qurumun yaradılması sahəsində ilk addım oldu. 1945-ci ildə BMT yaradılmışdı, amma bu ilk addım sayılmırdı. Vaşinqton konfransı 1922 idi. Mandat sistemi də müharibədən sonra idi, amma Millətlər Cəmiyyəti dövlətlərarası münasibətləri nizamlayıb sülh və təhlükəsizliyi qoruyur 1919-da daha öncə yaranıb. Lozanna konfransı da onun kimi daha sonra idi. Prezident Ruzveltin həyata keçdiyi yeni xətt siyasətin məzmunu. Deməli, azad bazar iqtisadiyyatı yox, əksinə iqtisadiyyata hökumət müdaxilə eləyir. Ona görə C variantını daha düzgün götürə bilərik 117-də. Prezident Ruzveltin yeni xətt siyasəti illərində sosial sahədə həyata keçirdiyi tədbir, təqaüd və müavinət sisteminin yaranması, ilk dəfə cəmaata pensiya verir. Dünya müharibəsi illərinə aid hadisələrin ardıcıllığı zaman oxunda müəyyənləşdirək. Dünkerkdə İngilis-Fransız qoşunlarının mühasirə alınması, qəribə müharibənin başlaması, İldırım sürətli müharibənin puça çıxması. Birinci qəribə müharibə olmalıdır. Onda biz götürək A-nı 2-yə. Sonra Dünkerkdə İngilis-Fransız 1940-da. Bunu götürək B-yə. Sonra da İldırım sürətli müharibə planı Moskvada puça çıxır. Cavab oldu 1B, 2A, 3C, yəni 119-da cavab oldu A variantı. Burada da eyni şəkildə xronologiyanı, yəni burada ABC-ni gətirib bu sıralama ilə düzməliyik. Tehran 43-dədir, BMB 42-dədir, Atlantik 41-dədir. Onda birinci A-nı yazıram 41 olduğuna görə. Sonra BMB 42-dədir, sonra Tehran 43-dədir. Cavab oldu CAB. CAB olan variant da B variantıdır. Elirvin diaqramına uyğun olanları müəyyənləşdirək. Böyük Britaniya 20-ci əsrin 40-cı ilə, Fransa 20-ci əsrin 60-cı ilə bir sıra müstəmləkələrə müstəqillik verdilər. Əlcəzairə Fransa müstəqillik verir. İngiltərədə də Churchill-lə Clement Attlee müstəqillik vermişdi. Yəni Churchill deyək. Çünki Churchill deməyək daha doğrusu Clement Attlee deyək. Əsas 45-də oydu hakimiyyətdə. A-nı götürürəm. Bankların milliləşdirilməsi. 40-cı illərdə Clement Attlee-nin hakimiyyəti illərində banklar milliləşdirilmiş, yəni hər şey milliləşdirilmişdi. Ona görə B-ni bura götürə bilərik.
Əlcəzairdə müstəmləkə əleyhinə mübarizənin başlaması. Müstəmləkəçi əleyhinə mübarizənin başlaması 50-ci illər idi. 59-da başlayır, 62-də baş çatır. Yeni ərazi bölgüsü ilə bağlı referendumun keçirilməsi. Bunu götürə bilərik biz Fransaya aiddir. Osterdə milli siyasi sistemdə toqquşmaların baş verməsi. Bu da Oster problemi 68 İngiltərəyə aiddir. Cavab olur 1B, 2, D, 3A. Yəni B variantı düzgündür 121-də. İkinci Dünya müharibələrində SSR-in Almaniya arasında bölüşdürülməsi müqavilə rəsmiləşdirilmişdir Polşanın. Polşada 4-dədir. 20-ci əsrin ikinci 10 illiyi, yəni 1911-dən 1920-yə qədər və 40-cı illər Fransa tarixinə aid ümumi cəhət. Deməli, SSR-ilə müttəfiq olması. Daha doğrusu ikinci 10 illikdə SSR yox idi. Konstitusiyanın qəbul edilməsi, Fransada konstitusiyanın qəbul edilməsi, ABŞ-la müharibə forması, respublika elan edilməsi, Almaniya müharibə forması ilə ən düzgün cavabdır. 40-da Almaniya Fransanı işğal edir. 1914-18-də Birinci Dünya müharibəsilərində də Almaniya ilə Fransa savaşmışdı. Deməli, Verdi qəssabxanası döyüşü var idi məsələn. 20-ci əsrin 30-cu illəri ABŞ və Türkiyə tarixinə aid ümumi cəhət, bitərəfli siyasətin yeridilməsi. Türkiyə bitərəfli siyasəti yeridirdi ta ki 1945-ci ilə qədər. Ona görə B-ni götürə bilərəm. 30-cu illərdə bitərəfli idi, ABŞ da bitərəfli idi, məcbur 41-də qoşulur. Saint-Germain müqaviləsi Avstriya ilə 1919-da Avstriya-Macaristan imperiyası dağıldı müharibədən sonra. Məntiqi ardıcılığı tamamlayın. Saint-Germain bağlandı. Avstriya-Macaristan imperiyası dağıldı. Müharibədən sonra Serb, Xorvat, Sloven krallığı yarandı. Avstriya-Macaristan imperiyasının parçalanması nəticəsində ona görə də A variantı ən düzgün cavabdır 125-də. 126 deyir ABŞ prezidentlərinə aid uyğunluğu müəyyənləşdirər. Franklin Roosevelt iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin ilk addımı batmamışdı. Woodrow Wilsonda da var idi. Calvin Coolidge dövlətin iqtisadiyyata müdaxiləsi azaldılır. Bu düzgündür. Nəzarət eləmir. Herbert Hoover də nəzarət etmir. Deyir istehsal üzərində dövlət nəzarətinin ləğv edilməsi. Bu niyə yanlışdır? Çünki düzdür, istehsal üzərində nəzarət yox idi. Amma bunun ləğv etmək ehtiyacı da yox idi. Çünki bundan əvvəl Calvin Coolidge'də də onsa iqtisadiyyata müdaxilə edilən bir şey yox idi da. Ona görə 5 yanlışda heç nəyə ləğv eləmir, elə olduğu kimi davam edir. Woodrow Wilson iqtisadi tənzimləmə siyasətinin aradan qaldırılması. Woodrow Wilson da əksinə iqtisadiyyat tənzimlənir deyən dövlət nəzarət edirdi hər şey. Cavab olur yalnız 2. 20-ci əsrin 60-cı illərində SSR-ilə sərhəd münaqişəsi baş verib Çində, Damansk adasında 1969-cu ildə idi bu da. Burada da cavab olur onda 2. Baxırıq bura, Y variantı düzgündür. 20-ci əsrin ikinci 10 illiyi, yəni 1911-20-ci illər və 40-cı illər Fransa tarixinə aiddir. İmperator tərəfindən idarə edilməsi, yanlışdır, respublikadır. İngiltərlə müttəfiq olması, İngiltərlə müttəfiq düzdür. Birinci dünyada da, ikinci dünyada da. 20-ci əsrin 30 illərində ABŞ və Türkiyə tarixinə aid oxşarlıq. Deməli, Türkiyədə 1938-də yeni prezident gəlir. ABŞ-da da 1933-də, yəni 32-də seçilir. Ona görə Y variantı düzgündür. Saint-Germain sülh müqaviləsi Avstriya-Macaristan imperiyasının dağılması və burada Polşanın yenidən bölüşdürülməsi, Sovet vilayətinin Almaniya birləşdirilməsi, Çexoslovakiya dövlətinin yaradılması. Çexoslovakiya Avstriya-Macaristan parçalanması nəticəsində yaranmışdı. C ən uyğun cavabdır 130-da. Deyək ki, 1919 Versal müqaviləsi, müqavilənin sərhədlər məsələsi. Poznan və Qərbi Prusiya Fransaya verilməli idi. Bu yanlışdır. Almaniya Avstriya ilə birləşməməyə öhdəsini götürüb. Bu sərhədlə bağlıdır, düzdür. Müqavilənin hərbi şərtlərində isə Almaniya həm ordu, həm də donanmasını məhdudlaşdırır. Ona görə də B variantı da düzdür. Cavab oldu 131-ci sualda A variantı. Versal sisteminə daxil olan müqavilə Saint-Germain-dən Trianon Avstriya-Macaristan imperiyası təzminat ödəməli idi. Saint-Germain müqaviləsi bağlanıb 1919-da, Trianon müqaviləsi də Macaristandan 1920-ci ildə idi. Deməli, burada onda uyğun gəlir, deməli, Avstriya-Macaristan imperiyası təzminat ödəməlidir. Belə bir şey yox idi. Bunu götürməyin. Avstriya hərbi qüvvələri məhdudlaşdırmalıdır, düzdür. Avstriya-Macaristan imperiyası burada parçalanmışdı da. Bolqarıstan bütün müstəmləkə. Bolqarıstanın aidiyyatı yoxdur, söhbət Avstriyadan gedir. Trianonda Macaristandan söhbət gedir, amma Macaristan ərazilərinin bir hissəsini qonşu dövlətlərə verməli idi. Macaristan təzminat ödəməlidir. 1919-da imzalanmışdı. Burada C variantını atırıq. Deməli,
və A ilə B-ni götürə bilərik. Macarıstan ərazisinin bir hissəsini qonşu dövlətlərə verir və təzminat ödəyir. Cavab oldu 1B, 2AB, yəni 132-də cavab oldu D variantı. Wilson 14 maddəsi hər bir xalqın öz müqəddəratını təyin etməsi. Sonra baxırıq davamına. Dövlətlər arası münasibətdə güc tarazlığı yoxdur. ABŞ-ın ənənəvi tədrisi siyasətini bunda atırıq. Hər bir dövlətin hakim sayılan hökmdarına məxsus hesab edilməsi yox. Gizli diplomatiyadan əl çəkmək, silahlanmanın və hərbi qüvvələrin azalması 4-5 düzgündür. Cavab C variantı. 41 iyunun 22-sində Alman qoşunları və müttəfiqlər böyük hərbi texnika ilə Barbaros əməliyyatına əsasən hücuma başladı. İdil müstəqil müharibə strategiyasına əsaslanan Alman qoşunları qışa qədər Arxanges Həştərxan xəttini tutmaq istəyirdi. İngiltərəni diz çökdürməmiş bu müharibəyə başlamaq Hitlerin böyük səhvi idi. Almaniyanın bu hücuma başlamasının nəticəsi ilə bağlı doğru fikri müəyyən edin. Şərqi Avropanın Almaniya və İsrail arasında nüfuzları arasında bölünməsi razılaşdırılır. Burada əslində razılaşdırma məsələsi 39-dadır. Bunu atıram, Molotov-Ribbentrop'da. Burada Almaniyanın Rusiya düşmanıdır. Hücum Almaniyanın ilk strateji məğlubiyyəti ilə nəticələndi. Almaniyanın məğlubiyyəti olan döyüş Moskva döyüşü idi. Bunu atıram, ilk strateji məğlubiyyəti ilə nəticələnmir. İkinci Dünya müharibəsində qərbə müharibə adlanan mərhələ başa çatdı. Bu İngiltərə və Fransaya aiddir. Berlində imzalanan Üslər Paktı deyilən müqavilə pozuldu. Bu 1940-dır, aidiyyatı yoxdur. Molotov-Ribbentrop Paktının amma şərtləri pozulur. Niyə? Çünki o şərtlərdə deyilmişdi ki, Almaniyanın SSR bir-birinə qətiyyən hücum eləməyəcək, amma burada Almaniya hətta müharibə elan etmədən birbaşa hücum edir Rusiyaya. Paris konfransı güya öz müqəddəratını təyin etmə prinsipini rəhbər tuturdu. Bununla belə Şərqi Avropadakı xalqların qarşılığı etnik əsaslarda sərhədlərin yaradılmasını qeyri-mümkün etdi. Bəzən qalibiyyənin maraqlarını təmin etmək üçün güzəştlərə getmək lazım idi. Məsələn, Fransa Almaniyanın şərq sərhədində əsas müttəfiqi kimi Rusiyanı itirdiyi üçün Şərqi Avropa dövlətlərini mümkün qədər gücləndirmək istəyirdi. Həmin dövlətlər daha sonra Almaniya və Sovet Rusiyasına qarşı mane rolunu oynamalıydı. Güzəştlər nəticəsində demək olar ki, bütün Şərqi Avropa dövlətlərində etnik azlıqlar qaldı. Mətnlə bağlı verilmiş prosesin nəticələrini müəyyənləşdirməliyik. Burada deməli mətnə baxırıq. Deyir, dövlətlər daxilində etnik azlıqlar problemi sonradan münaqişələrə səbəb oldu. Deməli. Bunu götürə bilərik, düzdür, münaqişəyə səbəb olur. Şərqi Avropa əraziləri İngiltərə Fransa tərəfindən mandat sistemi adı altında bölüşdürüldü. Belə bir şey yox idi. Almanla Osmanlı əraziləri bölüşdürülmüşdü. Almaniya və Sovet Rusiyası Millətlər Cəmiyyətini tərk elədi. Bu da yanlışdır. Millətlər Cəmiyyətini çoxdan tərk edib. 1933-də Almaniya, 39-da da Rusiya. Yeni sərhəd mübahisələri yarandı və Şərqi Avropa gərginlik bölgəsinə çevrildi. Bu düzdür. Rusiya hətta Şərqi Avropanı işğal edir. Şərqi Avropada müstəmləkəçiliyə qarşı milli azadlıq mübarizələrinin yeni mərhələsi başlandı. Bunu da atıram. Cavab olur 1 ilə 4, yəni A variantı. Elirvin diaqramına sizdən uyğunluq. Versa müqaviləsinin daxili müqavilələri Saint-Germain Avstriyanın neyi Bolqaristanın. Məğlub dövlətlər ərazisinin bir hissəsini qonşu dövlətlərə verməlidir. Bu ikisinə də aiddir. A-nı götürürüm. Müqavilənin imzalayan dövlətlərin əraziləri İtaliya və Yunanistan arasında İtaliya məğlub ölkədir. Bunu çıxıram. Avstriya hərbi qüvvələrini məhdudlaşdırmalıdır. Avstriyanın Saint-Germain müqaviləsi imzalanıbsa, deməli onda Avstriya hərbi deməli qüvvələrini məhdudlaşdırsın, düzdür. Avstriya Macaristan İmperiyası təzminat ödəməli idi. Bu yanlışdır. Çünki Avstriya Macaristan İmperiyası dağılır. Bolqarıstan qalib dövlətlər arasında imzalanmaqda Y buna aiddir. Cavab olur 1C, 2Y, 3A. Yəni A variantı 136-da. Elirvin, Saint-Germain, Trianon neyi 1920-də? Saint-Germain 19-dadır, Trianon 20-dədir, neyi 19-dadır. Onda baxaq, 1920-də imzalanmışdı hansı Trianon? A-nı götürürəm 2-yə. Macarıstanın imzalanmışdı. 1919-da Bolqarıstanda neyi imzalanır? C-ni bura götürürük. Məğlub dövlətlər ərazilərin bir hissəsini qonşu dövlətlərə verməlidir. Bunu hamısına aid götürürəm. B-ni. Deyir ki, 1919-da Avstriya ilə imzalanıb Saint-Germain. Yeni də bunu götürürəm. Cavab olur 1Y, 2A. Deməli, 1Y, 2A, 3C, 4. B, bir dənə variant qaldı. Məğlub dövlət hərbi qüvvələrini məhdudlaşdırmalıdır. D-ni də hamısına aid götürürük. Cavab oldu burada Y variantı. Səbəb nəticə əlaqələrinə aid uyğunluq. Almaniya Versa müqaviləsinin hərbi qərarlarından imtina etdi. Almaniyanın silahlanmasına qarşı tədbir görülmədi. Burada ikisinin dalbadal ardıcılıqla gəlməlidir nəticələr. Deyir, Almaniya Millətlər Cəmiyyətinə daxil oldu. Almaniya Versanın qərarlarından imtina etmək 30-cu illərdədir. Millətlər Cəmiyyətinə daxil olmaq 26, bu ola bilməz. Almaniya, Yaponiya Millətlər Cəmiyyətini tərk elədilər. Deməli, Almaniya, Yaponiya 1930-cu ildə Millətlər Cəmiyyətini tərk edir. Amma bunun ardıcılığına baxmalıyıq.
İtaliya və Almanya farislərə yardım etmək üçün İspaniyaya müdaxilə etdi. Bunda əlaqəsi yoxdur. Fransa, İngiltərə, İtaliyanın iştirakı ilə Streza konfransı çağırıldı. Burada elə düzgün cavab budur. Ardıcıllıqla baxsaq 1935-ci ildə idi. SSR və Almanya arasında Molotov, bu da 39-dur. Bu da o ardıcılığa uyğun gəlmir. Yenə Almaniyanın təzminat ödənişinin gecikdirməsi, Davos planının qəbul edilməsi, Fransa Belçika Rura qoşun yeridir. Təzminatı gecikdirir. Fransa Belçika buna görə Rura qoşun yeridir 1923-cü ildə. Davos isə 1924-dədir. Onda elə A variantı ən uyğun ardıcıllıqdır. 20-ci əsrin 30-cu illərinə aid səbəb nəticə dünya iqtisadi böhranı yaydı, dövlətlər arası münasibətdə gərginlik artdı. Deməli, dünya iqtisadi böhranı olubsa, dünyada liberal demokratiya nə deməkdir? Yəni xalqın özü öz sözünü deyir. Burada elə ən uyğun ümumi cavab C variantıdır. 1938 Münhen konfransının nəticələrinə aiddir. Sudet vilayətinin Almaniyaya ilhaq edilməsi. Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya ilhaq olunur. B variantı düzgündür. Münhen konfransının nəticələrinə daxildir nələr? Çexoslovakiyanın bütövlüyünün qorunub saxlanması. Versailles müqaviləsində qadağan edilməsinə baxmayaraq Avstriyanın Almaniyaya birləşdirilməsi. Deməli, anşlüsü deyir bu. İngiltərə və Fransanın həyata keçdiyi sakitləşdirmə siyasəti uğur qazanmır, tadı uğursuz olur. Fransa və İngiltərə müttəfiqlərlə Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdü, bu düzdür. Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verilir. Ona görə bütövlük qoruna bilməz, bunu atıram. Və bu anşlüs məsələsi tamamilə başqadır, yəni Münhen konfransında deyil. Fransanın İngiltərə Çexoslovakiyanı birləşdirməyinə baxmayaraq səslərini çıxarmır, buna görə nüfuzdan düşürlər. Çünki Çexoslovakiya onların müttəfiqi idi. 1939 sentyabrında SSR və Almanya arasında imzalanmış müqaviləyə görə bir-birlərinə hücum eləmirlər. Molotov-Ribbentrop paktı və Polşanın bölüşdürülməsi bir-birləri arasında Polşa bölüşdürülməli idi. Təsdiqlənir. A variantı 143-də düzgün cavab hesab olunur. Böyük Britaniyanın 20-ci əsrin 20-ci ikinci yarısı, yəni 1926-dan 29 daxil olmaqla. AXC ilə müqavilə. AXC 1918-20-dir. Birinci Labourist hökuməti 1924-dür. Bizə ikinci yarısı deyir. Hökumət təsir göstərmək üçün təşkil edilən tətillərin qadağan edilməsi. Bu düzgündür. Vaşinqton konfransında 4 dövlət müqaviləsi, bu 22-dir. Münhen konfransı 38-dir. SSR-nin 20-ci əsrin 20-cilərin son tarixinə aiddir. Deməli, Brian Kellogg-a qoşuldu 29-da. B-ni götürə bilərəm. Sovet Rusiyasının 20-ci əsrin 20-ci illərin əvvəllərinə aiddir. Sovet Rusiyası deyirsə, biz Rapallo sazişini götürə bilərik 1922-də. 22-də SSR yaranır, amma sonunda. Rapallo sazişi may aylarına falan uyğun gəlir deyə, yaz aylarına. Ona görə götürürük Sovet Rusiyasına. Uyğunluq gözlənmişdir. ABŞ-da mühacirət haqqında yeni qanun qəbul edilmişdir. Wilsonun prezidentliyi dövründə bu yanlışdır. Mühacirət Kulisdə idi. ABŞ-da Şərqi Asiya ölkələrində mühacirət qadağan olmuşdu. Hardingin dövründə, yox, Kulisin dövründə. 1920-cilərdə Avropadan ABŞ-a azad mühacirət axınının qarşısını almışdı. Roosevelt 30-cu illərdə idi, 30-40-da. ABŞ-ın işi biznesi Kulisdədir, düzdür. ABC-da böyük dəyənək kimin dövründədir? Theodore Roosevelt'in. ABŞ prezidenti Kulisin hakimiyyət dövründə ABŞ-ın işi biznesdir. Amerikanın işi biznesdir, düzdür. 41, 44, 45-ci illər. 41-də ikinci cəbhə 44-dədir. Tehran konfransı 43-dədir. Ardıcılıqla getməliyik. Atlantika xartiyası 41-dədir. Potsdam 45-dədir. Ona görə atıram. Atlantika xartiyası 41-dədir. 2-ci Dünya müharibəsində 2-ci cəbhə 44-dədir. Potsdam 45-dədir. D uyğun gəlir. 2-ci Dünya müharibəsində 2-ci cəbhə 44-də, Krım 45-də, Yaponiya atom bombası 45-də. 20-ci əsrin 30-cu illərin ortalarında ABŞ-da qəbul edilmiş bitərəfli haqqında qanunun məzmunu təcavüzkar ilə təcavüzə məruz qalan ölkələrə fərq qoymur, heç birinə yardım göstərmir. A variantı düzdür. ABŞ-ın 20-ci əsrin 30-cu illərin birinci yarısına aiddir. Nə? 30-cu illərin birinci yarısı deyir. Deməlidir, yeni xətt siyasətin tətbiq olunması 1933-cü ildə ona görə A variantını götürə bilərik. Roosevelt'in dövründə. Uyğunluq pozulub. Almaniya imperiyası yarandı soyuq müharibə nəticəsində. Soyuq müharibə 1946-91-də, Almaniya imperiyası 1871-dədir. Ona görə A variantı 152-də A-dır. Truman doktrinə əsasən yardım göstərilməsi nəzərdə tutulan dövlətləri müəyyənləşdirək. Truman doktrinasında Yunanistan və Türkiyəyə yardım göstərməlidir. 2 Türkiyə, 1 də Yunanistan. Cavabı Y variantı. Uyğunluq müəyyənləşdirək. Versailles, Vaşinqton, Paris konfransı, Vaşinqton konfransı. Paris 1919, Vaşinqton 21-22. Elzas Lotringi Fransaya qaytarıldı.
A variantı Paris. Sovet Rusiyasının iqtisadi müqavilənin imzalanması. Bu belə bir şey yox idi. Keçmiş Alman müstəmləkələri və Osmanlı mülklərinin bölüşdürülməsi Versa sisteminə aiddir. Mandat sisteminə əsasən, daha doğrusu. Vaşinqton Konfransı Sakit Okean adalarında 4 dövlət mülklərini birgə qorumaq barədə müqaviləsi, Çinin müzakirə edilən müqavilənin imzalanmaqdan imtina etməsi, Almaniyanın işğalçılıq siyasətinə göz yumulması, belə bir şey də yox idi. Deməli, burada olmalıdır. Keçmiş Alman müstəmləkələrində dedik götürürük. 1A, C, 2A. D variantı düzgünlük 154-də. Yaponiya hava adalarındakı Pearl Harbor bazasının zərbə indirdi. Hərbi əməliyyatlar Sakit Okeana yayıldı. Göstərilənlər nəyin səbəbidir? ABŞ-ın 2-ci Dünya müharibəsinə qoşulması 1941-in sonu. 39-da Sovet ordusu Polşanın şərqini işğal elədi. SSR Finlandiyada müharibəyə başladı. Göstərilənlər deyir nəyin səbəbidir? Deməli, Almaniya müharibə elan etmədən ABŞ-a hücumu, belə bir şey yoxdur. SSR-nin bir tərəfli siyasətini pozaraq 2-ci Dünya müharibəsinə qoşulması. Deməli, bu da aid deyil, 1941 sayaq. SSR-nin millət əzəmətindən çıxarılması. Bəli, bu düzdür. Deyir, bu hadisələr oldu. SSR təcavüzkar kimi tanındı deyə millət əzəmətindən nə işi var, onu çıxarılır. Çində müstəqillik və ərazi bütövlüyü tanındı Vaşinqtonda. Çində sənaye və ticarət sahələrində bərabər imkanlar prinsipi, açıq qapı siyasətinə əsasən cavab Vaşinqton Konfransı 21-22. Göstərilənlər nəticəsində Yaponiya Sakit Okeanda fəaliyyəti məhdudlaşdı. Yaponiyanın ABŞ-a qarşı qisasçılıq siyasəti Vaşinqton Konfransı. Yaponiyanın çünki hüquqları məhdudlaşdırılır. Böyük Britaniya Almanların həm hava, həm də dəniz hücumlarına məruz qaldı. Böyük Britaniya ilk radarların köməkli hava hücumlarının qarşısını aldı. Hitler Böyük Britaniyanı sualtı gəmilərin hücumu ilə məğlub etmək istədi. Çünki onun gücü ABŞ-dan gələn yardımdan asılı idi. Beləliklə, Almaniyanın İdrim sürətli müharibə planı puça çıxdı. Bu Rusiya ilə bağlıdır. SSR müharibəyə qoşuldu. Bu da yanlışdır. Atlantik okeanda döyüşlər başladı. Müharibənin gedişinə əsası dönüş. Böyük Britaniyanın təcridçi siyasəti iflasa uğradı. Burada cavab olur Atlantik okeanda döyüşlər. C variantı. Elevin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək Böyük Britaniya və ABŞ 20-ci illərdə. Hökuməti təsir göstərmək niyyəti ilə təşkil olunan tətil və nümayişlər İngiltərədə qadağan olunur. Ölkə tarixində ilk dəfə təqaüd və sosial müavinət sisteminin yaradılması ABŞ-da 30-cu illərdədir. Şərqi Asiyada mühacirət axınının qadağan edilməsi ABC-da 20-ci illər Kulizin dövründədir. Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilənin imzalanması. Bu hər ikisinə aiddir. 4-ə götürə bilərik. Almaniyanın əsas sənaye mərkəzi olan Ruhr bölgəsi işğal olundu Fransa və Belçika tərəfindən. Bunda heç birinə aid götürmürəm. Cavab olur 1-də 1, 2-də 3, 3-də 4. Baxaq görək 3-də 4, 2-də 3, 1-də də 1. A variantı düzgün cavab hesab olunur. Elirvin diaqramına əsasən uyğun bəndlər 20-ci əsrdə, 30-cu illərdə Almaniya və SSR tək partiyalı totalitar sisteminin mövcud olması. Deməli, bunu elə 1-ə götürüm ki, ikisində də yəni təcavüzkar idilər. Daha doğrusu təcavüzkar yox. Stalin dövründə SSR idi ki, çox partiyadan yox, tək partiya. Yəni, burada demokratiyadan söhbət gedə bilməz. Almaniyada da Hitler idi. Buna görə bunların dövrü pis idi deyə 1-ə 1-i götürürəm. Yəni, 3-ə 1-i götürürəm. Lokarno konfransında iştirak. Lokarno konfransı 25-də olduğuna görə atıram. Bizə 30-cu illər lazımdır. Konstitusiyanın qəbul edilməsi. Almaniyada Weimar Konstitusiyası 1919-cu ildə idi. SSR-də konstitusiyanın qəbul edilməsi. SSR-nin konstitusiyası ilk dəfə 1924-də qəbul edilib. Sonradan dəyişikliklər ola bilər. Onda bunu da atıram. Polşanın bir hissəsinin işğal olunması ikisinə də deməli, Polşanın bir hissəsinin işğal olunması ikisinə də aiddir. Çexoslovakiyanın işğal edilməsi. Bu aid olsun Almaniya 1938-39-cu illərdə. Deməli. Sonra burada bir dənə konstitusiyanın qəbul edilməsini, SSR-də konstitusiyanın qəbul edilməsini götürə bilərik əslində. Yəni 1936-cı ildə konstitusiya var, Stalin konstitusiyası, qalib gəlmiş sosializm konstitusiyası. Ona görə bunu da götürürəm, cavab olur B variantı. 1919 Paris konferansında mandat sisteminin yaradılması səbəbi Osmanlı İmperiyasının yaxşı şərqdəki ərazilərin bölüşdürülməsində ABŞ-ın iştirak etməsi. Bu yox. Fudrovizyon müstəmləkə ərazilərinin müttəfiqlər tərəfindən birbaşa ilhaqına qarşı çıxması. Burada B variantı düzdür. Almanların və Osmanlıların mülkləri bölüşdürülür mandat sistemi əsasında. 1919 Versa müqaviləsinə fərqli olaraq Trianonun Sevr məğlub dövlət ərazilərin bir hissəsini qonşu dövlətlərə verməlidir. Versa sistemindən deyil, fərqli olaraq.
Yəni Versala aid olmasın. Bunu atıram, aiddir çünki ikisinə də. Avstriya Macaristan imperiyasını imzalanıb Trianon. Siz burada artıq Avstriya ilə Macaristan ayrılmışdı. Avstriya Saint-Germain Macaristan Trianonu bağlayır. Avstriyanı qatmırıq araya. Macaristanın hərbi qüvvələri məhdudlaşdırmalıdır. Bunu götürürük. Sevr, TBMM hökuməti ilə Antant arasında imzalanmışdı. 1920-ci ildə idi də bu. Türkiyə Böyük Millətlər Məclisi deməkdir TBMM. Amma burada Osmanlı ilə bağlanmış. TBMM yox. TBMM Atatürk yaradıb və Atatürk bu Sevri əksinə qəbul eləmir. Ona görə bunu imzalamaq mümkün deyil. Sovet Rusiyasını imzalamayıb, Osmanlı ilə imzalanıb. Osmanlı dövlətinin əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında bölüşdürülməlidir. Cavab D variantıdır. Burada 1C, 2C. 1919 Paris konfransına fərqli olaraq 1921-22 Vaşinqton konfransında və 1922 Genya konfransında nə olur? ABŞ, İngiltərə, Fransa, Yaponiya iştirak edir. Deməli, 21-22 Paris konfransında ABŞ, İngiliz, Fransa bunlar iştirak etmişdi. Biz burada fərqli olanları tapmalıyıq da, deməli. Ona görə bunu atıram. Dəniz silahları məhdudlaşdırılması haqqında müqavilənin götürülən fərqidir. Təzminat problemini həll etmək məqsədi ilə çağırılmışdır. Bu da yanlışdır. Yəni, başqa ümumiyyətcə Versal sistemi yarımçıq qalmışdı. Ona görə çağırılır. 1922-də Genya konfransında. Bu həm də niyə təzminat məsələsi fərqlidir? Çünki 1919-da da onsuz təzminat məsələsi var idi. Yəni, biz 1919-da fərqli olanı seçməliyik. 1922 Genyada Almanya, Fransa və Belçika ilə sərhədlərin toxunulmazlığına zəmanət verən pakt imzalandı. İqtisadi məsələləri həll etmək məqsədilə keçirilib. Sovet Rusiyası dəvət olunub. B ilə C düzdür burada. Cavab olur 1B, 2B, C, Y variantı. (1921-22) Vaşinqtondan fərqli olaraq 22 Genya, 25 Lokarnoda. İqtisadi məsələləri həll etmək məqsədi ilə keçirilmişdir. Deməli, Genya konfransında iqtisadi məsələlər var idi, həqiqətən. Ona görə anı götürürəm. Dəniz silahları məhdudlaşdırılması Vaşinqtonda da atıram. Təzminat problemini həll etmək məqsədi ilə çağırılmışdı. Bunu da götürürük, düzdür, 165-də. Deməli, Fransa-Belçika Almanya arasındakı sərhədlərin toxunulmazlığını təminat altına aldı. Bu düzdür. Yəni, Lokarno konfransına aiddir. Almanya yenidən dövlətlər arası əməkdaşlığa başladı. Bu da düzdür. Amma Almanya Millətlər Cəmiyyətinin 26-da daxil olur. Cavab oldu Y variantı. Deyək ki, Böyük Britaniyanın cədvəldə verilən dövlətlərlə 1926-cı illərə aid oxşar cəhətlərini müəyyənləşdirib, Böyük Britaniya ilə Fransa Vaşinqton konfransında Sakit Okean bölgəsindəki mülklərin tanınması haqqında müqavilə imzalamışdı, düzdür. 1921-22-də Sevr müqaviləsinə əsasən Osmanlı bölüşdürür. Bölüşdürməli idi, amma bölüşdürə bilmirlər. Çünki Mustafa Kemal buna imkan vermir. Parlamentdə Respublika İdarə Üsulunun mövcud olması. Bu hər ikisinə aid deyil. Yəni, oxşar cəhət deyil. Avstriyanın ərazi bütövlüyünün təminat altına götürülməsi də Streza konfransındaydı. Deməli, baxırıq. ABŞ Versal müqaviləsini ratifikasiya etməlidir. Bu 1919-dadır. Vaşinqton konfransında dəniz silahları məhdudlaşdırılması haqqında müqavilə, amma ikisinə də aiddir. Münhen konfransında müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşmüşdü ABŞ, yox təbii ki də İngiltərə ilə Fransa. Yaxın şərqdəki Osmanlı mülklərini mandat sistemi əsasında bölüşdürmüşdü. İngiltərə, Fransa, Belçika və Yaponiya. Ona görə bunu da atıram. ABŞ yox idi. Cavab olur B variantı. 167-ci suala baxırıq. Türkiyə Respublikasının cədvəldə verilən dövlətlərlə 1923-cü illərinə aid oxşar cəhətləri müəyyənləşdirək. Almanya Respublika ilə oldu 1918. 167-yə baxırıq. Türkiyə Respublikasının cədvəldə verilən dövlətlərlə 1923-cü illərə aid oxşar cəhətləri müəyyənləşdirək. Almanya Respublika ilə olması bu 23-a düşmür 1918-dir. Türkiyə amma 1923 idi. Ona görə A-nı atdım. Sovet Rusiyası ilə müqavilə ikisinə də uyğundur. Millətlər Cəmiyyətini tərk eləməyib Türkiyə heç vaxt. Konstitusiyanın qəbul olunması da Türkiyə Respublikasında 1924-dədir, amma Almaniyada 19-dur deyə atıram. Bizə lazımdır 20-30-cu illər oxşar olsun. İnqilab nəticəsində monarxiya Rusiyada 1917-də ləğv olunub. O da heç SSR-yə aid deyil. İkinci konstitusiyanın qəbul olunması 1936-cı ildədir. Amma Türkiyədə ikinci konstitusiya məsələsi 1961-də idi. Millətlər Cəmiyyətinə üzv qəbul edilmək 1932-ci ildə Türkiyə, 1934-də SSR-dir. Bunu götürürəm. İqtisadi sayda 5 illik plan tətbiq olunması 5 illik plan, misal üçün 1928, 32, 33, 37-ci illərdə SSR-dədir. Türkiyədə də 1934-dədir. Amma onu kitabda görməyə bilərsiniz. Ümumiyyətlə, yəni Türkiyə tarixində var. Ona görə düzgün cavab 1B, 2C D-dir.
Uyğunluğu müəyyənləşdiririk. Deməli, deyək ki, İkinci Dünya müharibəsi ərəfəsində Almaniya tərəfindən işğal edildi. Deməli, 20-ci əsrin 30-cu illərində vətəndaş müharibəsi nəticəsində faşist diktaturası yaradıldı. Sonra 1936-da demokratik seçki yolu ilə hakimiyyətə respublika tərəfdar olan Xalq Cəbhəsi gəlmişdi. Burada artıq 2-nin cavabı məlum oldu. 2-də cavab B ilə C-dir. Deməli, variant elə birbaşa C variantıdır. Sonra deyək ki, 1922-də Rapalloda iqtisadi müqavilə imzalanmışdı. Bu da Almaniya ilə Rusiyadır. Amma heç bir variant olmadığına görə bu variantı avtomatik atırıq. 20-ci əsrin 20-ci illərində respublika elan edilmişdi. Deməli, 20-ci illərdə bu da Türkiyəyə aid ola bilər. 3-ə götürərik bunu da. 3, deməli, baxırıq. 1923-cü ilin oktyabrında Türkiyə Respublika olunmuşdu. İkinci Dünya müharibəsi ərəfəsində də Almaniya tərəfindən işğal edilmişdi. Deməli, İkinci Dünya müharibəsi ərəfəsində Almaniya tərəfindən işğal edildi. Çexoslovakiya, onda biri də Çexoslovakiyaya da A-nı götürürəm. Cavab olur C variantı. Deməli, Birinci Dünya müharibəsindən sonra yaranmış dövlətləri xəritədə müəyyənləşdirək. Birinci Dünya müharibəsinin nəticəsində bilirik ki, bir neçə imperiya dağıldı. Avstriya, Macarıstan, Osmanlı, deməli, Rusiya və Almaniya imperiyalar dağılmışdı və Avstriya, Macarıstanın yerinə Avstriya, Macarıstan, Çexoslovakiya kimi yeni dövlətlər, bir də Serb, Xorvet, Sloven, yəni Yugoslaviya dövlətləri yaranmışdı. Baxırıq görək, buradan elə götürə bilərik birinci Çexoslovakiyanı, yəni 4-ü. Daha sonra elə bizə də 4-ü götürə bilərik yeni yarından. D variantı uyğun gəlir. Uyğunluğu müəyyənləşdiririk. 1923-də Rur bölgəsini işğal etdi. Belçika ilə Fransa. Ona görə bura uyğundur. Deməli, Fransa 5-dir. Belçika da buradaydı, amma heç verməyiblər. Ona görə uyğunluq yanlışdır. A variantını atıram. Lokarno konferansında qəbul edilən pakt bu dövlətlər arasında sərhədlərin toxunulmazlığını təminat altına aldı. Fransadır, Belçikadır, bir də Almaniyadır. 3-dən 5-ə baxaq. Bu uyğundur artıq Almaniya ilə Fransa. 20-ci əsrin 30-cu illərində Millətlər Cəmiyyətinə üzv olub bir Türkiyə, bir də baxırıq Rusiya, 30-cu illərdə düzdür. 32-də Türkiyə, 34-də də Rusiya. 20-ci əsrin 30-cu illərində faşistlərə yardım etmək üçün İspaniya müdaxilə elədi. Kim? Almaniya ilə İtaliya. 1-2-3-ə baxaq. İngiltərə yox. D-ni atıram. Deməli, 1935-də Streza konferansında Avstriyanın ərazi bütövlüyü dövlətlər tərəfindən deməli, deyir ki, bütövlüyü bu dövlətlər tərəfindən təminat altına alındı. Streza konferansı 1935-də idi, İtaliyadaydı. Burada elə bu Y variantda yanlışdır. Cavab olur B variantı. Yəni B ilə C 174-də, 170-də. Yeni xəttə əsasən işsizliyi aradan qaldırmaq üçün ictimai iş yerləri açıldı. Sosial təminat haqqında qanuna əsasən 50-yə və yaşa görə pensiya, işsizlər üçün sığorta sistemi yaradıldı. Bu, ABŞ tarixində 20-ci yüzilliyin ən mühüm qanun layihələrindən biri kimi qəbul edilir. Beləliklə, ABŞ-da bəlkə də ola biləcək sosial inqilabın qarşısını alan islahatlar həyata keçirildi, lakin işsizlik problemləri tam həll olunmadı. Verilənlər əsasında Rooseveltin siyasətinin mahiyyəti. Bilirik ki, elə heç variantlara baxmasaq da, Rooseveltin siyasətinin əhəmiyyəti nə idi? İqtisadiyyata dövlət tənzimləməsi. Yəni, dövlət hər şeyə müdaxilə edir. A variantında deyir, iqtisadiyyatın dövlət tərəfindən tənzimləməsindən imtina edilməsi. İmtina yox, əksinə dövlət tərəfindən tənzimlənir. Yəni, iqtisadiyyata dövlət müdaxilə edir, qarışır hər şeylərini. Y variantı düzgündür. Almaniyanın Polşa hücumu ilə başlayan müharibənin əvvəlində Böyük Britaniya və Fransa ona müharibə elan hissələrdə fəal hərbi əməliyyatlar aparmadılar. Deməli, söhbət gedir qərbi müharibədən. Bu isə nəticə etibarilə Almaniyanın daha da fəallaşmasına və özündən şimalda bir sıra zəif dövlətləri işğal etməsinə nəticələndi. Deməli, mətndə bəhs olunan istiqamətdə Almaniyanın öz təhlükəsini təmin etmək üçün müharibə apardığı dövlətlər, deməli, hansı dövlətlər? Danimarkadır, Norveçdir, bunları işğal etmişdi. Ona görə D variantı düzgündür. Deməli, Hollandiyadır, Belçikadır, Danimarkadır, Norveçdir. Bu variantları seçməliyik. 170-də 1933-də baş verib Anti-Komintern paktı. Bu 1936-cı ildə idi. Polad paktı 1939-cu ildə idi. SSR ABŞ arasında diplomatik münasibətlərin yaranması. Deməli, bu amma 1933-dədir və Almaniya Millətlər Cəmiyyətindən çıxdı Yaponiya ilə bir yerdə. Bu da 3-4. Deməli, 1933-cü ildə. 1935-də baş verib nə? Anti-Komintern yox. Streza 1935-dir. Faşist Almaniyası Avstriyanı işğal etdi deyir. 1938. Almaniya Sarı vilayətini geri aldı. 35-də cavab 2-4.
1939-da baş verib Almaniya tərəfindən Avstriyanın birləşdirilməsi 38, Molotov-Ribbentrop 39, İspaniyada faşist diktaturası 39, Antikomiterin 36. 1935-36-cı illərdə Almaniya Versa müqaviləsinin şərtlərini pozan addımlar Millətlər Cəmiyyətini 33-də tərk edib atıram. Silahsızlaşdırılmış Reyn bölgəsinə qoşun yeridib, ümumi hərbi mükəlləfiyyətində bərpa edib bunlardır. Avstriyanın ilhaqı 38-deyə atırıq. Almaniyada baş vermiş 1918 noyabr inqilabının nəticəsi konstitusiya monarxiya yox, respublika oldu. Monarxiya devrildi, respublika yarandı. Weimar Respublikası süqut etmədi. Əksinə bundan sonra 1919-da yaranır. Faşistlər hakimiyyətə gəldi 1933-də. Cavab olur 2 ilə 477-də. 178-də 1919-da imzalanmış Versal sülhünün Almaniya üçün nəticəsi. Ərazinin bir hissəsi Avstriyaya güzəştə getdi. Bu yanlışdır. Burada deyir ki, Avstriyanın özünə birləşdirməyəcəyinə dair söz verir. Weimar konstitusiyasını qəbul etdi. Bu Weimar konstitusiyasını qəbul edir eləməyin, amma bu müqavilə ilə əlaqəsi yoxdur. Sonradan olur. Bütün müstəmləkələrindən məhrum edildi və təzminat ödəməyə məhkum olundu. Bunlar düzgündür. Respublika elan olunması 1918. 1944-də müttəfiq qoşunların Fransaya daxil olması nəticəsində Avropada ikinci cəbhə açıldı Şimali Fransada, yəni Normandiyada. Fransada 4-cü Respublikanın fəaliyyətinin baş çatması 1958-dir. Faşist Mussolini rejimi Almaniyaya müharibə elan etdi. 1944-də Mussolini rejimi artıq devrilmişdi. Ölkə ərazisi işğalçılardan azad olundu. Düzdür, cavab 1-4. Xəritədə ərazisi iştiraklanmış dövlətin, yəni İngiltərənin 2-ci Dünya müharibəsi dövrünə aid olanlarını müəyyənləşdirək. Deməli, İrana qoşun yeritmişdi 1941-də, düzdür, Rusiya ilə bir yerdə. Şimali Qafqazın işğal edilməsi, belə bir şey yox idi, atıram. Birləşmiş Millətlər Bəyannaməsi BMT-ni imzalayan 26 dövlətdən biri idi, düzdür. Pişəvərinin başçılıq etdiyi milli hökumətə qarşı Şah hökumətinə yardım göstərilməsi. 2-ci Dünya müharibəsi dövrünə aid olan deyir, amma milli hökumətin devrilməsi dekabrda idi. 1945-in dekabrında yaranmışdı, 46 dekabrında dağılmışdı. Ona görə də biz bunu Dünya müharibəsinə aid edə bilmərik deyə 4 atırıq, yoxsa belə kömək edibdir əslində. Münhen konfransında 1938 deyə atırıq. Bizə lazımdır 1939-45 aralığı olsun. Hadisə nəticə əlaqələrini doğru göstərdiyi cavab İtaliyanın Əlcəzairi işğal etməsi, Ömər Muxtarın başçılığı ilə azadlıq mübarizəsinin baş verməsi. Burada Liviya məsələsindən söhbət getməlidir. Ona görə biri atırıq. Daois planı Fransa və Belçika ruru işğal edir. Daois 24-dədir, Fransa Belçikanın ruru işğalı 23-dədir. Yəni bunlar bunun nəticəsi ola bilməz də. Həmçinin Fransanın Belçika ruru işğal edəndə Almaniyaya təzminat ödəsin deyə işğal eləmişdi. Daois planı Almaniyaya təzminat ödəməsin, bunu geyişdirsinlər deyə hazırlanmışdı. Ona görə bunun nəticəsi ola bilməz. ABŞ-da böyük bir böhranın baş verməsi, ayrı-ayrı ölkələrin qapalı iqtisadi siyasət etməyə məcbur olması, bu düzdür. Almaniya Millətlər Cəmiyyətinə daxil oldu, Polad Paktı imzalandı. Bu bunun nəticəsi deyil. Millətlər Cəmiyyəti 26-dır, Polad Paktı 39. Çexoslovakiyanın Almaniya tərəfindən işğalı İngiltərə və Fransa sakitləşdirmə siyasəti yeridir. Yəni Almaniya heç nə demir, buna görə də uğursuzluq olur. Çünki Çexoslovakiya İngilis və Fransız müttəfiqi idi və onlar öz müttəfiqlərini dəstəkləmir, susur. Cavab olur 3-5. Uyğunluq gözlənilib. Hadisə Finlandiya və Çexoslovakiyanın işğalı, SSR-nin Millətlər Cəmiyyətindən çıxarılması. Çexoslovakiyanı işğal edən Almaniya idi. Yəni Finlandiya 1939-40 müharibəsi zamanı işğal edir. Ona görə Çexoslovakiya məsələsinə görə yanlışdır. Almaniya Versa müqaviləsinin hərbi qərarlarından imtina etməsi, Fransa, İngiltərə, İtaliyanın iştirakı ilə Strezada konfransın keçirilməsi, bu düzdür. Amma sonra İtaliya da bunlardan imtina edir. Deməli, Almaniyanın müttəfiqlərə təslim olması, 2-ci Dünya müharibəsinin baş çatması, Yaponiyanın təslim olmasına 2-ci Dünya baş çatır. Almaniya təslim olmasına 1-ci Dünya baş çatmışdır. Mərcan adalarında döyüş Yaponiya Avstraliyanı işğal eləmir, əksinə uduzur Midway döyüşündə 1942. Moskva ətrafında almanların məğlub edilməsi, Almaniya İdrim sürətli müharibə planı piça çıxdı 1941-də. Deyir ki, Sovet Rusiyasında vətəndaş müharibəsinin gedişində tətbiq edilən siyasət bolşeviklərin qələbə qazanmasına kömək etdi. Siyasətin tərkib hissəsi olaraq bir sıra iqtisadi tədbirlər həyata keçdi. Sonralar bu siyasət əhali içərisində narazılıq doğurdu. Mətndə bəhs olunan dövrdə bolşeviklərin qələbəsini təmin edən amillər sırasına daxildir nələr? Ərzaq vergisinin tətbiq olunması, ərzaq sapılarının tətbiq olunması, çanaq vergisinin tətbiq olunması. Deməli, burada uyğun gələn birinci olur, deməli, ərzaq vergisi yox, pisi götürməli, ərzaq sapılağının tətbiq olunması. Çanaq vergisi də yaxşı idi, həmçinin Azərbaycana aiddir bu. Bütün istehsal sahələri dövlətin əlində cəmləşir, bu da düzgündür. Fərdi kənd təsərrüfatlarının ləğv olunması yox hələ ki. Cavab 2-nin 4. Fərdi kənd təsərrüfatı 50-ci illərdə Xruşovun vaxtında ləğv olunur. Verdi müqaviləsi və Saint-Germainin
ümumi cəhəti. Verdi müqavilə 843-də idi, Saint-Germain-də. Deməli, 1919-cu ildə Avstriya ilə idi. Mövcud imperiyaların dağılması, yeni müstəqil dövlətlərin yaranması. Deməli, elə bu ikisi uyğun gəlir. Mövcud imperiyalar dağıldı. Bilirik ki, Frank imperiyası dağılmışdı. Almanya, İtaliya, Fransa yaranmışdı. Saint-Germain-də də Avstriya, Macarıstan imperiyası dağılandan sonra demişdik ki, Çexoslovakiya, Avstriya, Macarıstan ayrı-ayrı dövlətlər yaranmışdı. İkini də götürürük. Yeni imperiyalar yox, dövlətlər idi. Erkən orta əsrlər ola bilməz oxşar. Saint-Germain müasir dövrdə feodal pərəkəndəliyinə səbəb olma, feodalizm yox idi artıq. Sovet Rusiyasında vətəndaş müharibəsinin gedişində tətbiq edilən siyasət bolşeviklərin qələbə qazanmasına kömək etdi. Siyasətin tərkib hissəsi olaraq bir sıra iqtisadi tədbirlər həyata keçirildi. Sonralar bu siyasət əhali içərisində narazılıq doğurdu. Yəni əhalinin bəyənmədiyi siyasət nə idi? Ərzaq vergisi ola bilməz. Ərzaq vergisi yaxşı idi. Kənd təsərrüfatı məhsullarına sərt vergi tətbiq olundu. Çanaq vergi yaxşı idi və Azərbaycana aid idi. Bütün istehsal sahələri dövlətin əlində cəmləşmişdi. Qolçomaqlar təsərrüfatının ləğv olunması, bunu da bu kollektivləşdirmə dövrünə aiddir. Burada cavab olur 2 ilə 4. 20-ci əsrin 30-cu illərin ikinci yarısına aiddir. Deməli, 30-cu illərin ikinci yarısı deyəndə 1936-dan 39-a olan dövrü götürməli. İngiltərə və Fransa sakitləşdirmə siyasəti uğursuzluğa düçar oldu. Düzdür, Çexoslovakiyanın birləşdirilməsi nəticəsində Almanya. Bu da 1938-də Sudet vilayəti, 39-da da Çexoslovakiyanın tamamilə birləşdirilməsi aiddir. Yaponiya Manchuriyanı işğal elədi 32-də. Oyuncaq Mançurovo dövləti yaranır. Almanya-İtaliya ittifaqı yaranır 30-cu illərin ikinci yarısında, düzdür. Deməli, İspaniyada vətəndaş müharibəsinin baş verməsi 36-39-dur. Bunu da götürərəm. Almanya Millətlər Cəmiyyətindən çıxdı 33-də. Bu birinci yarısına aiddir. Cavab olur 1-3-4 hissəsinin altında. 20-ci əsrin 30-cu illərin ikinci yarısı. Almanya Millətlər Cəmiyyətindən çıxdı 33-də. Yaponiya Manchuriyanı işğal elədi 32-də. Avstriyanın Almanya birləşdirməsi 38-də. Streza konfransı da 35-dədir. Yəni 3-4 düzgün gəlir. Yəni düzü Streza konfransının keçirilməsi ortalarına düşür 30-cu illərin. 20-ci əsrin 30-cu illərinə aid ABŞ-da yeni xətt siyasətinin həyata keçirilməsi 33, böyük böhranın başlaması 29, Geniya beynəlxalq konfransının keçirilməsi, Geniya konfransı 22-dədir, İspaniyada vətəndaş müharibəsi 36-39-dur, cavab 1-4. Weimar Respublikası dövrü 19-33-də, Almanya Millətlər Cəmiyyətinə daxil oldu 26-da, Avstriyanın Almanya birləşdirilməsi 38-də, Antikomiterin 36-da, deməli, Sovet Rusiyasının iqtisadi müqavilə 1922-də, cavab olur 1-4. 1939-da baş verib Sudetin Almanya ilhaqı 38, McDonald'ın başçılığı ilk Boris hökuməti 24, Polat Paktı 39, Molotov-Ribbentrop 39, 3-4 düzgün cavabdır. Türkiyə 30-cu illərə aiddir, Montreal 36, Lozanna 20-ci illərdədir, ilk konstitusiya 20-ci illərdədir, yəni 24-də bitərəfli siyasətin yürüdülməsi 30-cu illərə aiddir, 1-4, 45-də bitərəflilik pozur və müharibəyə daxil olur. Türkiyənin 20-ci əsrin 20-ci illər tarixinə aiddir, Montreal konfransı 36, Millətlər Cəmiyyətinə daxil olmaq 32, Cümhuri 1920, paytaxtın Ankaraya köçürülməsi də 1923-də. 3-4 düzgün cavabdır. 20-ci əsrin 20-ci illəri Azərbaycan SSR və Türkiyə tarixinə aid ümumi cəhətdə Sovet Rusiyasının hərbi müdaxiləsinə məruz qalmışdı. Bu ola bilməz, çünki Türkiyə məruz qalmayıb. Bir addım konstitusiyanın qəbul edilməsi Azərbaycanda da var, Türkiyədə də var. Götürürük. İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsi. Azərbaycanda bu konstitusiya 1921 idi, Türkiyədə də 1924. İstiqlaliyyət bəyannaməsi bizdə 1918 idi. Qars müqaviləsinin imzalanması 1921-ci ildədir. Ona görə bunu da götürürəm. İlk parlamentin fəaliyyətə başlaması bizdə 1918-dir. Cavab 2-4. Səbəb nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdiririk. Yaponiya və Almanya yaxınlaşdı. Antikomiterin paktı deməli imzalandı. Bunu götürürəm, düzdür. General Franco'nun başçılığı ilə faşistpərəst hərbi qüvvənin qiyam qaldırması, İspaniya Respublikası ilə faşistlər arasında vətəndaş müharibəsinin başlaması, bu da düzgündür, 36-39-cu illər. Almanya Millətlər Cəmiyyətinə daxil oldu, Versal sistemi süqut etdi. Bu Millətlər Cəmiyyətindən çıxsaydı düz olardı, 26-da Versal sistemi süqut etməmişdir. Çexoslovakiyanın Almanya tərəfindən işğalı və SSR-in Almanyaya yaxınlaşması, bu da yanlışdır. 35-36-cı illərdə İtaliya Efiopiyanı işğal etdi. Dövlətlər arası münasibətlərdə dəyişiklik oldu. İtaliya normalda İngiltərənin, Fransanın yaxın idi, bilirik ki, Streza konfransında. Amma sonra İtaliya Efiopiyanı işğal edəndə İngiltərə, Fransa buna etiraz edir deyə İtaliya gedir, Almanya və Yaponiya ilə yaxınlaşır. Cavab 1-2-5.
Səbəb nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdirək. Mustafa Kəmalın rəhbərliyindən azadlıq hərəkatı tələbə çaldı 1923-də. Sultan hökumətli Antant dövlətləri arasında imzalanan Sevr müqaviləsi də qüvvədən düşdü. Ona görə bunu götürə bilərik. Antanta tərəfindən silahlandırılan erməni silahlı dəstələrin Türk ordusu tərəfindən məğlub edilməsi 1920-ci dekabrında Gümrük müqaviləsinin imzalanması. Bu da düzdür. TBMM qərarı ilə Sultan hakimiyyəti ləğv olundu və Osmanlıya son qoyuldu. Bu da düzdür. Çanaqqale döyüşündə Yunan ordusu məğlubiyyətə uğradıldı. Mustafa Kəmalın marşal rütbəsi Qazi adı verildi. Sakarya döyüşünə aiddir bu. 1922-ci avqustunda Mustafa Kəmalın komandanlığı ilə Türk ordusunun böyük əksəriyyətinin hücumu Daşnak erməni dövləti təslim oldu və Anadoluya olan iddiaların əl çəkdi. Bu yanlışdır. Deməli, səbəb nəticə əlaqələrinə aid uyğunluq. İngiltərə və Fransanın nasizmə qarşı sakitləşdirmə siyasəti, yəni Almaniyaya qarşı Almaniyada Çexoslovakiyanı işğal edir fürsətdən istifadə 1938-də. İngiltərə və Fransa Efiopiyanın işğalını pislədi deyə İtaliya Almaniyaya yaxınlaşdı, düzdür. Əslində Strezada dedik ki, yaxın idi. Rapallo sazişinin imzalanması 1922 Fransa sakitləşdirmədən imtina etdi, yox. Sakitləşdirmə 30-cu illərdədir. Rapallo 22-də. Fransa ilə Almaniya arasında yaxınlaşma baş verdi. Almaniya Millətlər Cəmiyyətinə çıxdı. Əksinə Almaniya Yaponiya ilə falan yaxınlaşır. Fransa ilə düşman idi. Silahsızlaşdırılmış Reyn zonasında qoşun yeridilməsi Versal müqaviləsi bir daha pozuldu. Cavab 1, 2 və 5-dir burada da. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdirək. Sovet qoşunları Finlandiyaya hücum edən SSR Millətlər Cəmiyyətindən çıxdı, düzdür. Qış müharibəsinə aiddir bu. Finlandiyanı tutanmır, amma təcavüzkar kimi Millətlər Cəmiyyətindən çıxarılır. Lentiz qanunu ABŞ-ın təhlükəsi üçün vacib olan dövlətlərə yardım olması, İngiltərə və Rusiyaya yardım elədi. Yaponiya Havay adasına ABŞ hərbi bazasını zərbə endirdi. 41 dekabr ABŞ 2-ci dünyaya qoşuldu, düzdür. Stalingrad ətrafında Alman qoşunları təslim oldu. Almaniyanın ilk strateji məğlubiyyətə düçar olması. Bu da yanlışdır. Moskvada da uduzmuşdu. Sovet qoşunlarının Polşaya daxil olması, SSR ilə Almaniya arasında müharibənin başlaması, Almaniya SSR-yə hücum edirdi. Yəni Sovet qoşunları Polşaya daxil olmamışdı. Almaniya SSR-yə hücum eləmişdi. Buna görə müharibə başlamışdı. Cavab 1-2-3. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdirək. Moskva ətrafında Alman qoşunları məğlub olması, İdrim müstəqil müharibənin boşa çıxması, düzdür, 1941. Stalingrad Sovet-Alman cəbhəsinin əsas döyüş baş çatması Kurskdadır. Almaniyanın Polşaya hücumu 2-ci Dünya müharibəsi yox, Böyük Vətən müharibəsinin başlaması. Daha doğrusu Almaniyanın Polşaya hücumu deyil, SSR demir. 2-ci Dünyanın başlaması düzdür. 1-3. Müttəfiq qoşunların Siciliyaya çıxarılması, İtaliyada faşist rejimin devrilməsi. Bu da düzdür. Almaniya təslim olması, 2-ci Dünyanın baş çatması yox. Yaponiyanın təslim olması, 2-ci Dünya müharibəsinin baş çatması. 198-də cavab oldu 1-3-4. Deməli 199-da baxaq. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyənləşdirib 1940-da Fransa ilə barışıq imzalanır, Almaniya şimaldan öz təhlükəsizliyini təmin etdi. Yəni burada Almaniya Fransanı işğal eləməyindir. Barışıq sazişi Kompen bağlanır. Və Almaniya Fransanı işğal edir. Deməli, uyğunluğu deyir ki, müəyyənləşdirək. Sonra 1919-da Versal müqaviləsinin imzalanması Almaniya bütün müstəmləkələrindən məhrum edildi deyir. Versal müqaviləsində bu düzdür. Qış müharibəsinin baş verməsi 1940-da SSR Baltik dənizi sahillərində ərazilər Estoniya, Litva, Latviyanın işğalləri bu da düzdür. Stalingrad yaxınında Alman qoşunlarının hücumunun dayandırılması, 2-ci Dünya müharibəsinə İdrim müstəqil müharibə planı büdcə çıxması bu Moskva döyüşü olmalıdır. Burada 1940-cı il Fransa ilə Kompen barışıq sazişi imzalanır. Almaniya Fransanın şimalını tutur. Bu, yəni məna cəhətdən düzdür, amma şimaldan təhlükəsizliyini təmin etmir. Şimaldan təhlükəsizliyi 1940-da Norveçdə, Danimarkada, Hollandiya, Belçikada bunları işğal edəndən sonra təmin edir deyə ona görə atırıq. Yoxsa belə məna cəhətdən əslində düz olmalıdır. Hadisə nəticə əlaqələrinə aid uyğunluq. Münhen konfransında Sudet vilayəti Almaniyaya ilhaq olundu. Şərqi Avropa, Almaniya və SSR nüfuz dairəsində bölündü. Bu 1939 Molotov-Ribbentrop-dadır. Amma bu Münhen konfransı. Ona görə əlaqəsizdir. 1940 Danimarka Norveç işğal olundu. Bu düzdür. Almaniya şimaldan təhlükəsizliyini təmin edir. Almaniya qoşunu Siciliyaya daxil oldu. Mussolini devrildi. Almanla Mussolini dostu idi deyə bunu atıram. Sovet qoşunlarının işğalçılıq müharibəsi SSR Millətlər Cəmiyyətindən çıxdı qış müharibəsinə görə. Çünki Finlandiyaya hücum eləmişdi. Bu da düzdür. 2-4.
Münhen konfransında Hitler Çexoslovakiyanın Almanlar yaşayan bölgəsi olan Sudetin ona verilməsinə nail oldu. İngiltərə və Fransa Sudetin Almaniyaya ilhaq edilməsinə qarşı çıxmadı. Çünki sakitləşdirmə siyasəti yedirdilər. Amma qarşı çıxmadılar çünki Çexoslovakiyanın dostuydular. Onlar müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədilər. 1939-da Almaniya bütün Çexoslovakiyanı işğal elədi fürsətdən istifadə. Bununla da 2-ci Dünya müharibəsində Fransa və İngiltərənin bitərəfliyinin əsası qoyuldu yox. İngiltərə və Fransanın məsəl üçün sakitləşdirmə siyasətinin uğursuzluğunun nəticələnməsi, bir də Hitler ilk dəfə Almanların yaşamadığı bölgəni işğal elədi. Bu da düzdür, Sudet vilayəti. Deməli, Avropada güc tarazlığı Fransanın xeyrinə dəyişdi. Yox, tadı bunların üçün yaxşı deyildi. Nəticə 1-də çıxıram. Vestfaliya sülhündən sonra yaranmış status quo-ya son qoyuldu. Bu da yanlışdır. 5-də atdım. Cavab oldu 2-3. 202-yə baxırıq. 1935-36-cı illərdə İtaliyanın Efiopiyanı işğal etməsi dövlətlər arası münasibətlərdə əsası dəyişikliyə səbəb oldu. İngiltərə və Fransa işğalı pislədi. Əslində normalda 1935-də bilirik ki, Strelitsi konfransında İngiltərə, Fransa və İtaliya iştirak edirdi. Yəni bir yerdə idilər, müttəfiq idilər. Amma indi İngiltərə ilə Fransa İtaliyanı pislədi, İtalyanlardan küsür gedir Almaniya ilə yaxınlaşır. Uzaq şərqdə SSR-lə arasında gərginlik olan Yaponiyanı Almaniya ilə yaxınlaşdırdı. Bununla da 1936-da Almaniya ilə İtaliya arasında ittifaq bağlandı. Deməli, bunu götürə bilərik. Almaniya təzyiq edilməsinə son qoyuldu. Burada deyildi, bu daha öncə Locarno konfransında falan var idi. İngiltərə və Fransa sakitləşdirmə siyasəti yeritməyə başladı, bu yanlışdır. Antikomiterin paktı imzalandı, bu düzdür. İngiltərə və Fransanın beynəlxalq aləmdə nüfuzu sarsıldı. Bunların nüfuzunun sarsılmağı 1938 Çexoslovakiyanın işğalına heç nə deməməkləri, səssiz qalmaqlarına görə idi. Deməli, deyək ki, xronoloji ardıcılıq Polad paktı 39, Çexoslovakiyanın Sudetinin Almaniyaya ilhaq edilməsi 38, Lent-Liz 1941, ardıcılıq götürsək 1-ci Çexoslovakiya 2, sonra Polad paktı 39, sonra Lent-Liz 41-ci ildədir. 2-1-3 düzgün cavabdır. 2-ci Dünya müharibəsinə aid xronoloji ardıcılıq İngiltərə Atlantika xaritəsi 41, ABŞ-ın müharibəyə daxil olması, bu da 41, amma dekabr. Atlantika xaritəsi avqust idi, ABŞ dekabr idi. Almaniya SSR hücum elədi 41 iyununda. Ardıcıllıq götürsək 1-ci 3-ü götürürük 41 iyunda, sonra Atlantika xaritəsi 41 avqustudur. ABC müharibəyə daxil oldu 41 dekabrında 3-1-2 düzgün cavabdır. 2-ci Dünya müharibəsi dövrünə aid olan hadisənin xronoloji ardıcılığı Tehran konfransı 43, Lent-Liz 41, Krım 45. Ardıcılığa gəlsək 1-ci 2 gəlir, sonra Tehran gəlir, sonra da Krım gəlir. 2-ci Dünya müharibəsinə aid döyüşlərin xronoloji ardıcılığı Kursk 43, Pearl Harbor 41, Müdiyə 42. Onda 1-ci 2-ni götürürəm. 1941 dekabr Müdiyə 1942-ci ildəydi. Yaponlar məğlub olmuşdu. Kursk 1943 idi. Əsası döyüş baş çatmışdı. 2-ci Dünya müharibəsinə aid olan hadisənin xronoloji ardıcılığı Dünkerkdə İngilis-Fransız qoşunlarının mühasirəyə alması 1940-ın mayı deyək. Qərbə müharibənin başlaması 1939-un sentyabrı. Stalingrad döyüşü 1942. Birinci götürürəm 2-ni. Qərbə müharibə 39-da, sonra Dünkerk 40-da, sonra Stalingrad döyüşünün baş verməsi 42-də. 3-ü də götürdüm, cavab oldu 2-1-3. Xronoloji ardıcılıq Almaniyada Weimar Konstitusiyası 19, İspaniya faşist diktaturası 39, Almaniyada faşist diktaturası 33, onda ardıcılıq 1, 3 və 2 şəklində olar. Xronoloji ardıcılıq Stalingrad, Tehran, Atlantika xaritəsi. Birinci götürək Atlantika xaritəsi 1941 avqustunda, sonra götürək Stalingrad 1942, Tehran konfransı isə 1943-cü ildədir. Cavab oldu 3-1-2. Xronoloji ardıcılıq İspaniyada faşist diktaturasının yaradılması 39, Antikomiterin 36, Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu 32-də. Birinci götürək 3-ü, 1932-ni yəni. Sonra Antikomiterin paktı 36-da, sonra da İspaniyada faşist diktaturası 39-da 3-2-1 düzgündür. Xronoloji ardıcılığı müəyyənləşdirək. Kursk 43, BMB 42, 2-ci cəbhə 44, ABŞ-ın 2-ci dünya qoşulması 41. Birinci 4-ü götürürəm 1941. Sonra BMB-ni götürürəm 1942. Sonra Kursku götürürəm 1943. Sonra Avropada 2-ci cəbhəni açaq 1944-cü ildə 4-2-1-3 düzgün cavabdır. Xronoloji ardıcılıq Strelitsi 35, İngiltərədə hökumət təzyiqi məqsədilə keçirilən tətillər qadağan olundu. 26-cı ildə Almaniya Yaponiya arasında Antikomiterin 36. Biz onu da birinci götürürük. 2-ni, sonra Strelitsi götürürük 35. Sonra da Antikomiterin 36. Cavab oldu 2, 1 və 3. Xronoloji ardıcılıq SSR ilə Almaniya arasında hücum etməmək müqaviləsi 39, Molotov-Ribbentrop, Dünkerk möcüzəsi 40, Münhen sülh dəyişməsi 38, Antikomiterin 36.
Ardıcılığa baxsaq, birinci 36-nı götürərik, Antikominterin, sonra Münheni götürərik 38-ci ildə, sonra Dünkerk möcüzəsindən əvvəl hələ SSR-lə Almaniya arasında hücum etməmək haqqında müqavilə 1939, Dünkerk möcüzəsi 1940. Cavab oldu 4-3-1-2. Xronoloji ardıcılıq Almaniya Millətlər Cəmiyyətindən çıxması 1933, Weimar Respublikası 19, Versal sülh müqavilələri sisteminin iflasa uğraması deyək ki 35-ci il. Onda biz deməli Weimar Respublikasını yaradaq birinci 1919-cu ildə, sonra Almaniya Millətlər Cəmiyyətindən çıxır, sonra da Versal sistemi iflasa uğrayır. Cavab oldu 2-1-3-214-də. Antikominterin 36, SSR-nin Almaniya arasında dostluq sərhədləri haqqında müqavilə 39, Münhen 38, cavab oldu 1, 3 və 2. İkinci Dünya müharibəsinə aid hadisənin xronoloji ardıcılığı Kursk döyüşü 1943, Avropada ikinci cəbhə hazırlaması 44, Krım konfransı 45, cavab olur. Deməli 1, 2 və 3. Xronoloji ardıcılığı müəyyənləşdirək. İkinci Dünya müharibəsi gedişində Fransanın faşistlərdən azad edilməsi 1944, Polat Paktı 1939, İkinci Dünya müharibəsində əsas döyüşün başlatması Kurskdan 1943. Onda birinci götürən Polat Paktı 1939, sonra əsas döyüş başlasın Kursk döyüşündə 1943-cü ildə, sonra Fransa azad olunsun 1944-də. Cavab 2-3-1. ABŞ-ın ikinci dünyaya qoşulması 41. Homesteadlər haqqında qanun 1862. Lentiz qanunu 1941. Homestead boş torpaq deməkdir. Vətəndaş müharibəsinə aid. Birinci ikini götürürəm. 1862 dedik. Sonra Lentiz haqqında qanun və ABŞ-ın ikinci dünyaya qoşulması. Lentiz 41-in martındaydı. Ona görə 3-ü götürürəm. ABŞ-ın müharibəyə qoşulması 41-in sonudur. Dekabr. Ona görə cavab oldu 2-3-1. İkinci Dünya müharibəsinə aid hadisənin xronoloji ardıcılığı Midway döyüşü 42, Tehran konfransı 43, Atlantika xaritəsi 41, Üçlük paktı 40. Ardıcılığa baxsaq birinci 40-ı götürürük. Sonra Atlantika xaritəsi 41-də idi. Sonra Midway döyüşü 42-dədir. Tehran konfransı 43-dədir. Cavab oldu 4-3-1-2. İkinci Dünya müharibəsinə aid hadisənin xronoloji ardıcılığı İtaliyada faşist rejimin devrilməsi 43, ABŞ-ın müharibəyə daxilması 41, Krım 45, ikinci cəbhə 44. Onda birinci ABŞ-ı daxil edək 41-də. Sonra olsun, deməli, İtaliyada faşist rejimi devrilir 43-də, ikinci cəbhə açılır 44-də və Krım konfransında 45-də. Cavab oldu 2-1-4-3. Xronoloji ardıcılığı müəyyən edin. SSR ilə Almaniya arasında hücum etməmək paktı imzalanması 1939-da Molotov-Ribbentrop, Lentiz 41, Atlantika xaritəsi 41 avqustda, Lentiz 41 martıdır. Münhen 38-dədir. Onda birinci götürək Münheni 1938. Sonra götürək SSR ilə Almaniya arasında hücum etməmək 1939. Biri götürdüm. Sonra Lentiz qanunu 1941 martı deyək. 2-ni götürdük. Atlantika xaritəsi 41 avqustu deyək. Bunda sonda götürdük. 4-1-2-3 düzgün cavabdır. Xronoloji ardıcılığı müəyyənləşdirin. Sovet Rusiyasının Almaniya ilə Rapollo müqaviləsi bağlaması 1922, SSR-in Bryankello qoşulması 29, SSR-də pasportlaşma sistemi 32, ardıcılıq elə olur 1, 2 və 3 şəklində. Göstərilən dövlətlərin 20-ci əsrin 30-cu illəri tarixinə aid xüsusiyyətlər. Almaniya Rapollo müqaviləsini imzaladı. 30-cu illərdə yox, 22-dədir. Ona görə atıram. Polşanın bölüşdürülməsində iştirak edir 39-da. B-ni götürürəm. Almaniya, yəni B yazaq, 1-ə B yazaq. Millətlər Cəmiyyətindən çıxdı 30-cu illərdə, yəni 33-də, C-də yazaq. Hərbi kommunizm siyasəti tətbiq olundu Rusiyada, bunu atıram. Millətlər Cəmiyyətinə daxil oldu Türkiyə 32-də, yenidə götürürəm. Cavab oldu 223-cü sualda 1B-C 2. Deyək ki, göstərilən dövlətlərin 20-ci əsrin 20-ci illəri tarixinə aid xüsusiyyətləri. Türkiyə, Almaniya, Millətlər Cəmiyyətinə üzv oldu. Almaniya 26-da. Ona görə 2-yə A-nı götürürüm. Türkiyə amma 32-də üzv olmuşdu. Polşanın bölüşdürülməsində iştirak etmək məsələsi 30-cu illərdədir. B-ni atıram ümumiyyətlə. Respublika elan olundu. Türkiyə 1923-də, amma Almaniya 1918-də respublika olub. Hərbi kommunizm siyasəti Rusiyadadır. Lozannada Antanteli sülh müqaviləsinin bağlanması isə deməli Lozanna məsələsi də aiddir. Deməli təbii ki də Türkiyəyə aiddir. Ona görə yeni götürürəm. 1C, Y, 2A. Düzgün cavabdır. Göstərilən dövlətlərin 20-ci əsrin 30-cu illər tarixinə aid xüsusiyyətlər. ABŞ-la SSR yeni xətt siyasətin irəli sürülməsi. ABŞ, Rooseveltin dövrü 33-də. Polşanın bölüşdürülməsində iştirak etdi. SSR 39-da. Antikominterin paktını imzalayanlar Almaniyada, İtaliyada, Yaponiyada, yəni bunlar deyil. Ümumiyyətlə, ərzaq sapalağının tətbiq olunması. Ərzaq sapalağı SSR-də yox, tətbiq deyir də. Sovet Rusiyasındadır. Millətlər Cəmiyyətinə qəbul olmaq isə
1930-cu illərdədir və 34-də SSR-yə aiddir. Cavab olur 225-ci sualda 1A, 2B, Y. Uyğunluğu müəyyənləşdirək. Yine Almanya Millətlər Cəmiyyətinə daxil oldu 26-da. A-nı götürürəm bura. ABŞ-da mühafizəkar inqilab adlandırılan xəttin irəli sürülməsi. Deməli, beynəlxalq çünki bu 80-ci illər Reaqana aiddir. SSR-də pasportlaşma sistemi 32-ci ildədir. C-ni götürürəm. Türkiyədə torpaq sahəsi haqqında qanun 40-cı illərdədir. 1945-də. Ona görə D-ni götürürəm. ABŞ-da Amerikan işi biznesdir. 1924-cü ildədir. Calvin Coolidge'in dövründədir. Yəni, Y-ni 1-ə götürürəm. 226-da onda cavab olur. 1A-Y, 2C, 3-də D. 227, 20-ci əsrin 20-ci illəri, 30-cu illəri, 40-cı illəri. Deməli, Truman doktrinası əsasında Türkiyə maddi yardım göstərməsi haqqında Türkiyənin ABŞ-la müqavilə imzalanması. Bunu götürək C. SSR-də yeni iqtisadi siyasətin həyata keçirilməsi. Yeni iqtisadi siyasət 1921-25-ci illərdədir. Deməli, bizə də lazımdır ki, 20-ci illər, 30-cu illər və 40-cı illər. Deməli, bunu götürək 1-ə. Burada, deməli, bura 3 yazmalıydım əslində. C yox, 3 yazaq. Bura 1 yazaq. Böyük Britaniya Münhen konferansında iştirak etməsi. Münhen konferansında iştirak edir 38-ci ildə. 30-cu illərdə 2 yazmalıyıq onda bura. Deməli, Streza konferansı, bu da 30-cu illərdədir, yəni 35-dədir, belə götürürük. İngiltərə Avropa Birliyinə daxil oldu 73-də, bunu heç götürmürük ümumiyyətcə. Cavab olsun onda, deməli, 1B, 2CD, 3A. Deməli, bu oldu 227-ci sualımız. SSR 20-ci əsrin 20-ci illəri və 30-cu illəri qalib gəlmiş sosializm konstitusiyası 36-da. A-nı bura götürdük. İlk dəfə pasportlaşma sistemi 32-də. B-ni bura götürdük. Ərzaq saplağının tətbiqinə başlaması SSR-də deyildi. Sovet Rusiyası idi. C-ni atıram ümumiyyətlə. AXC-nin süquta uğradılması Sovet Rusiyasıdır. SSR yox. Sənayeləşdirmə siyasəti başladı 25-26-cı illərdə. Ona görə yeni bura götürürəm. Deməli, bunu B eləməliyik də. Deməli, 1Y, 2AB düzgün cavabdır 228-də. Böyük Britaniya 20-ci əsrin 20-ci illəri, İtaliya 20-ci əsrin 30-cu illəri, Efiopiyanın işğal olunması. İtaliya işğal elədi, hətta İngiltərə ilə Fransa buna qarşı çıxdı. Almanya ilə hərbi ittifaq bağladı. Yəni İtaliya Almanya ilə ittifaq bağlayır. Deməli, ona görə bura B-ni də götürürəm. İspaniya vətəndaş müharibəsi zamanı respublikaçıları dəstəkləyən SSR idi. SSR ilə hücum etmək haqqında müqavilə bağlayan Almanya idi, bir də Yaponiya idi. 2 ay boyu hökuməti İngiltərədədir 24-də. Yeni də bura götürürəm. Cavabı 1-Y, 2AB. Montreal konferansı, Locarno konferansı, Washington konferansı Türkiyə boğazları məsələsində üstünlük qazandı Montreal 36-da. Burada imzalanmış paktda dövlətlərin sərhədlərinin toxunulmazlığı təminat altına alındı. Fransa ilə Belçika təminat altına almışdı Locarnoda, Almanya ilə. Deməli, Çinə ABŞ qapı siyasəti tətbiq olundu Washingtonda. 20-ci əsrin 60-cı illərinə aiddir. Heç biri Almanya bütün müstəmləkələrindən məhrum edildi. Almanya bütün müstəmləkələrindən Versalda məhrum edilmişdi. Demək 230-da A, B, C düzgün cavabdır. Sevr müqaviləsi, Montreal konferansı, Lozanna müqaviləsi, Türkiyədə boğazlar məsələsində üstünlük Montreal aiddir 1936-da dedik. Osmanlı dövləti faktiki olaraq müstəqil dövlət kimi varlığına son qoyulurdu. Deməli, Türkiyə müstəqilliyi və yeni sərhədləri tanıdı Lozannada. 40-cı illərdə imzalanmışdı. Heç biri Almanya Avstriyanı birləşdirməməyi öhdəsinə götürdü. Almanya Avstriyanı birləşdirməməyi Versalda öz öhdəsinə götürüb. Burada Osmanlı varlığına son qoyulmalıdır. Sevir də buna ona görə B-ni götürürəm. 231-ci sualda cavab 1B, 2A, 3-də C. Tehran, Krım və Potsdam. SSR-in yeni qərb sərhədləri tanındı Krımda 1945-in fevralında. Almanya dövlət sərhədlərinin qəti müəyyən olundu Potsdamda 45-in avqustunda. İkinci cəbhənin açılması əsas məsələdir Tehranda 1943-də. Beynəlxalq hərbi tribunal Potsdamdaydı 1945-in avqustunda. Demək, Atlantika xartiyası da 1941-də aidiyyəti yoxdur. 232-ci sualda cavab olsun 1C, 2A, 3B-dir. Tehran, Krım, Potsdam beynəlxalq hərbi tribunal yaradıldı Potsdam 1945-in avqustunda. Gələcək BMT-nin işğal edilmələri müəyyən olundu Krım 1945-in fevralında. İkinci cəbhənin açılması haqqında qərar Tehranda 1943-də. Almaniyadan ancaq təzminat müəyyən olundu. Bu da Potsdamda 45-in avqustunda. Çünki artıq Almaniya məğlubiyyətə uğramışdı. Millətlər Cəmiyyətinin yaradılması nəzərdə tutulması bu Versal müqaviləsinə aid, yəni çoxdanlandı. Cavab olur 1C, 2B,
3 A və D. SSR Türkiyə, ABŞ, Almaniya ilə Brest-Litovsk müqaviləsinin imzalanması bu 1918-dir və SSR-yə aid deyil, Sovet Rusiyasına aiddir. Boston çay qonaqlığı ABŞ 1773 olduğuna görə ABŞ-a aid deyil, Amerikaya aiddir. Yeni xətt siyasəti ABŞ-a aiddir, amma C-ni götürə bilərəm. 20-ci 30-cu illərdə 2-ci Konstitusiya 36-da SSR-də qəbul olundu, D-ni götürə bilərəm. Etatizm siyasəti Türkiyəyə aiddir, Y-ni götürə bilərəm bura. Deməli, onda 234-cü sualda cavab olur D, Y və C. Deməli, ABŞ prezidentləri Abraham Lincoln, Theodore Roosevelt, Woodrow Wilson. Abraham Lincoln-a aiddir burada homesteadlər haqqında qanunun qəbul edilməsi 1862. Çünki Abraham Lincoln 60-65-ci illərdə prezident olmuşdu. Theodore Roosevelt-ə burada deməli aiddir böyük dəyənək siyasətinin həyata keçirilməsi. Woodrow Wilson-da qadınlara seçki hüququnun verilməsi aiddir. Beni də bura götürdük. Monroe doktrinası deməli Monroe doktrinası 1823 bunlardan heç birinə aid deyil. Daha sonra yeni xəttə Franklin Roosevelt-ə aid deyə atırıq. Türkiyə Respublikası, SSR, Fransa. Vaşinqton konfransında dəniz silahlarının məhdudlaşdırılmasına dair müqavilənin imzalanması bunlardan heç deməli Fransaya aiddir. Deməli 20-ci əsrin 30-cu illərində Boğazlar məsələsində böyük üstünlük qazandı. Kim? Montreuxda, Türkiyə Respublikası təbii ki 1936-da. Brest-Litovsk müqaviləsinin imzalanması deməli 1918-də SSR-yə yox, Sovet Rusiyasına aid idi. ZSRS-nin ləğvi 1936-da da SSR-yə aiddir. AXC-ni süquta uğratmaq Sovet Rusiyasına aiddir. Cavab olur. Deməli, nə olur cavab? 1 B, 2 D, 3 A. Türkiyə SSR, Fransa, Trablis müharibəsi Osmanlıya aiddir. 20-ci əsrin əncəlində yeni konstitusiyanın qəbul edilməsi. Deməli, burada yeni konstitusiyanın qəbul edilməsi aid olsun Fransaya. Çünki 1958-ci ildə Fransada bilirik ki, prezidentli respublika yarandı. Onda yeni konstitusiya da oldu. 30-cu illərdə dövlət kapitalizmi siyasətinin həyata keçirilməsi bu Türkiyəyə aiddir. Etatizm siyasətdə həyata keçirilir. Brest-Litovsk müqaviləsi 1918 Sovet Rusiyasıdır. 90-cı illərdə prezident vəzifəsi 1990 mayın 19-da prezident vəzifəsi tətbiq olundu. Rusiyada cavab olur 1C, 2E, 3B. Belə əziz abunentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.